bəzən gündəmə gətirirəm. Tərbiyə üsullarında doğru bilinən yanlışları öyrənməliyik ki, övladımızın sağlam psixoloji duruma sahib olmasına kömək edə bilək. Nəyə görə? Çünki bilirik ki, insan şəxsiyyətinin təməli birinci növbədə ailədə formalaşır. Ondan sonra cəmiyyətə uyğun, cəmiyyətə qoşulur. İkinci növbədə məktəb gəlir. Amma uşağın birinci rol model götürdüyü kimdir? Ana, ata. Ona görə də övladımıza bugün yanaşma tərzimiz onun gələcək həyatına müsbət və yaxud da mənfi tərəfdən mütləq şəkildə təsir edir. Uşaqlarımız həmişə uşaq qalmayacaq. Uşaqlarımız sabah yeniyetmə olacaq, birisi yetkin olacaq, o birisi özü valideyn olacaq. Yəni, uşaqlıq dövründə yaşadıqları onun bütün həyatına təsir edən bir mərhələdir, uşaqlıq mərhələsi. Belə, baxaq görək doğru bildiyimiz yanlışlar əsasən nələrdir? Rəhmətli Doğan Cücəloğlu'nun gözəl bir sözü var idi. Deyirdi, müqayisə uşağın ruhunu öldürür. Həqiqətən, yəni, bəzi valideynlər uşağı müqayisə etməyi doğru hesab edir. Bunu nə qədər biz mübarizə aparsaq da bunu müqayisə ilə ki, ay əziz valideyn, mübahisə düzgün strategiya deyil. Buradan valideynə deyirsən ki, müqayisə eləmə, valideyn götürür uşağı başqa yad insanlarla və yaxud da qohumlarla müqayisə eləmir. İndi də başlayır evdəki bacı qardaşı ilə müqayisə eləməyə. Müqayisədir də, bunun fərqi varmı bəyəm? Yəni ki, bunu sən ya yad bir insanla müqayisə elədin, ya evdəki ilə müqayisə elədin. Evdəki ilə müqayisə olanda daha betər olur. Çünki bacı-qardaş arasında ədavət yarana bilir, qısqanclıq yarana bilir. Uşaq özünə qarşı sevgi əksikliyi hiss edir ki, mənim anam, atam, bacımı ya da qardaşımı məndən daha çox sevir. Yəni, heç bir şəkildə nə qohumla, nə yadla, nə evdəki ilə müqayisə etmək olmaz uşağı. Mən burada müqayisənin ağır nəticələrini qeyd eləmişəm. Bunlar haqqında qısa məlumat vermək istəyirəm. Yəni, hər birinizdən də çox xahiş edirəm, bunu bacardığınız qədər təbliğ edəsiniz ki, yəni, uşağı müqayisə edəndə ağır nəticələri nələr ola bilər. Birinci növbədə uşağın istedadını boğa bilərsiniz. İstedad elə bir şeydir ki, o cilalanmağa ehtiyacı olan bir şeydir istedad. Bütün uşaqlar müəyyən istedadla dünyaya gələ bilər. Biz belə bir iddiada ola bilərik. Amma gələcəkdə hamı istedadlıdırmı? Xeyr. Nəyə görə? Çünki birinci növbədə istedad aşkarlanmalıdır, üzə çıxmalıdır. İstedad iki cürdür. Biri var, üzdə olan istedad. Uşağa baxanda birbaşa bilirsən ki, bu, yəni, hansısa bir test etməyə, hansısa bir yoxlanışdan keçirməyə ehtiyac yoxdur da. Uşağa baxan kimi onun istedadı üzdədir, aşkardır. Amma bəzi istedadlar var, gizli istedadlardır. Onlara dəstək lazımdır. Onlara düzgün diqqət göstərib üzə çıxarmaq lazımdır. Şərait yaratmaq lazımdır ki, o istedad inkişaf eləsin. Yəni, amma uşağı müqayisə eləyəndə fərqi yoxdur. Uşağın bu istedadı gizli istedaddır və yaxud da aşkar istedaddır. Birmənalı olaraq uşaqlar qiymətləndirilməyəndə, daim başqaları ilə müqayisə edildikdə, onların istedadı inkişaf etmir. Nəticədə həm potensialı, həm istedadını itirə bilir uşaq. Çünki öz dəyəri azalır, özünün qiymətləndirməsi düşür, motivasiyası düşür, həvəsi düşür. Yəni, bəzən valideyn fikirləşir ki, qoy müqayisə eləyim, fikirləşsin ki, mamam onun hərəkətindən, onun davranışından, onun nəticəsindən razıdır. Qoy mən də onun kimi olum, məndən də razı qalsın. Bu vaxt sən neyinirsən? Uşaq artıq öz-özünə düşünür ki, mən heç nəyə yaramıram. Qoy, mən heç olmasa mamamın kimlə ki, məni müqayisə eləyir. Onun kimi olum ki, heç olmasa anam üçün bir işə yarayan bir insan olum. Belə bir fikir toxumu əkirsiniz uşağın beynindən. Gələcəkdə iş həyatında fəaliyyətini daha da pisləşdirə bilər. Yenə deyirəm, insan həyatı uşaqlıq dövrü ilə bitmir.
O gələcəkdə cəmiyyətə adaptasiya olmağında, iş həyatında özünü təsdiqləməkdə, irəli getməkdə, risk etməkdə, cəsarət etməkdə, bütün bunlarda hamısına indidən uşaq vaxtından baltalayırsınız. Yəni müqayisə etmək həqiqətən çox ağır yaradır uşaq üçün. Özünə hörmətini məhv eləyir. Uşaq yaxşı performans göstərə bilmədiyindən inanmağa başlayır. Buna biz psixologiyada nə deyirik? Öyrənilmiş çarəsizlik. Artıq o belə şematerapiya deyirlər, sxema. Yəni beynində belə bir sxemalar formalaşır ki, mən onsuz da bacarmayacağam, mən onsuz da yaxşı nəticə göstərmirəm. Valideynlərim həmişə başqalarından daha çox razıdır, daha çox bəyənir. Mən həmişə müqayisə olunmuşam, yetərsizəm, yetərsizlik duyğusu. Yəni bax bu kimi hissləri uşağa beynində bir sxema eləmək nə dərəcədə düzgündür ki, nə var uşaq biraz daha yüksək nəticə alsın, biraz daha yaxşı performans göstərsin. Yəni 4 alıb 5 almağı üçün bu qədər uşağın ruhuna zərbə vurmağına dəyərmi? Biz davam edə bilərik müqayisə etməyin ağır nəticələrini. Çox təəssüflər olsun. Yəni mən mövzuya bununla ona görə başlayıram ki, doğru bilinən yanlış tərbiyə üsulu deyəndə birinci bizim ağlımıza müqayisə gəlsin. Çünki vaxt keçdikcə belə uşaqlar aqressiv olur. Əsəbli, xoşbəxt olmayan uşaqlar yetişir. Uşağın ağlında həmişə nə qalır? Anam, atam məni sevmir. Niyə görə? Çünki başqasıyla müqayisə edir. Məni sevsəydi müqayisəyə ehtiyac olardımı? Məni olduğum kimi qəbul etmir ki, məni başqasıyla müqayisə edir. Düzdürmü? Yəni uşaq da artıq olduğu kimi olmaq istəmir. Başqalarına yamsılamağa başlayır özünü. Yəni başqalarına öz yolunu tapmaq əvəzinə, özünü kəşf etmək əvəzinə başqalarını kopyalamağa çalışır. Yeniyetməlik dövründə özünü başqa bir şəxs kimi ətrafdakılara göstərməyə çalışır. Yeniyetməlik dövründə biz bilirik ki, özünü reallaşdırmaqdır, qrup tərəfindən sevilməkdir, qəbul edilmək, belə şeyləri yeniyetməyə ehtiyacı olur. Valideyn də gəlib onu başqasına müqayisə edəndə, uşaq özünü tanımaq əvəzinə, özünü kəşf etmək əvəzinə, loru dildə desəm, özünlə əlləşmək əvəzinə vəssalam, özünü qoy qırağa, özünü unudur. Valideyn kimlə müqayisə edirsə, başqa düşür onun da getməyə. Həmin adam hansı yolla gedirsə, hansı addım atırsa, bu da onu təkrarlayır. Heç bir mənim valideynim məndən razı qalsın. Yetər ki, mənim valideynim məni tərifləsin, dəstəkləsin, bəyənsin. Yəni, hər zaman ətrafdakı insanları razı salmağa, onlardan tədbir almağa çalışır. Yəni, özgüvənli yeniyetmə heç vaxt belə eləmir ki, hər zaman kimlərsə razı salmağa çalışsın. Özgüvənli yeniyetmənin buna ehtiyacı olmur. Yəni, müqayisə özgüvəni də dağıdır. Belə uşaqlar valideynlər tərəfindən güvənilmədiyini hiss edir, ailədən uzaqlaşır. Bax, emosional bağ deyirik. O emosional bağ nədir? Görünməyən itlərdir, görünməyən bağlardır. Uşaqlıq dövründən, yeniyetməlik dövründə valideynlərin belə bir şikayəti olur. Mənim yeniyetmə övladım var, amma heç məndən söhbət eləmir. Elə gəlir, girir otağına, özünə qapanır, telefonlandır. Yəni, dərdini mənə danışmır, söhbət eləmək istəyirəm, çıxır, gedir. Yəni, bu nəyə görədir? Çünki uşaqlıqdan valideyn övlad arasında emosional bağ çox zəif olubdur. Yeniyetmə dövründə də o zəif bağlar daha da aralaşıb, yeniyetmə ailədən uzaqlaşıb, arada buz əmələ gəlib. Ona görə artıq ünsiyyət qurmaq alınmır, münasibət qurmaq alınmır. Həmişə belə uşaqların valideynlərinə, ümumiyyətlə belə yox, bütün uşaqların valideynlərinə nə məsləhət görürük? Hər gün fərqi yoxdur, ana, ata, valideyn təkcə ana deyil, ata da valideyndir. Hər gün ən azı 10 dəqiqə, 15 dəqiqə, ən azı deyirəm də, çünki işləyən valideynlərimizi də nəzərə alıram. 10 saat, 12 saat işdən sonra, işdən qayıdan valideynlər var, səhər tezdən çıxır, axşam gəlir. İndi ona demək olmaz ki, gəl uşağımla 1 saat məşğul ol. O deyəcək, mənim birinci enerjim yoxdur, ikinci mən özümü də bir yemək yiyeyim, ya bir istirahət edeyim. Valideynləri başa düşməyə çalışırıq. Yəni, biz valideynlərdən mükəmməllik gözləmirik. Zaten biz mütəxəssislər bilirik ki, valideyn olan bəndə əlindən gələnin ən yaxşısını etməyə çalışır uşaq üçün, düzdürmü? Amma bəzən
Valideynlər bilərəkdən yox, bilməyərəkdən uşağını həmişə incidir. Bilməyərəkdən uşağına hər hansı bir travmanı yaşatmış olur, hər hansı bir yara açmış olur. Bilməyərəkdən, heç bir valideyn bilərəkdən bunu ümumiləşdirib 100% demək olmaz. Amma ən azından bir 80-90 valideyn bilərəkdən eləmir. Yəni, baxın, o emosional bağın möhkəmlənməsi üçün yeniyetməlik dövründə, uşaqlıq dövründə valideyn ən azı 10 dəqiqə, 15 dəqiqə uşaqla vaxt keçirməlidir. Keyfiyyətli vaxt. Uşağın yanında oturub telefonla oynamaq, telefona girmək, içinə girmək, bu uşaqla vaxt keçirmək deyil. Bütün diqqətini, bütün bədəninlə, bütün ruhunla uşaqda olduğunu, uşaqla olduğunu birisinin özünə hiss elətdirməlisən. Onunla birlikdə oyun oynamaq, hansısa bir nağıl qurmaq, hansısa bir fəaliyyətdə olmaq onun üçün yetərlidir. O, həmin gün valideyn sevgisini almış olur. Və beləliklə valideyn övlad arasındakı emosional bağ möhkəmlənir. Yəni, güclü, möhkəm olaraq qalır. Sonra o, həmin uşaq yeniyetməlik dövründə öz problemini, öz yaşadığı sıxıntını, beynində olan düşüncələri gəlib rahat şəkildə valideynlə bölüşə bilir. Çünki artıq o emosional bağ möhkəmdir onların arasında, yaxınlıq var. Amma bu müqayisə ediləndə uşaq neyinir? Ailədən uzaqlaşır. Yəni, sanki özünüz öz əlinizlə uşağınızı özünüzdən itəliyirsiniz. Müqayisə birinci qeyd etmək istədiyim nüans idi. Çünki ən çox rast gəldiyim valideynlərdə müşahidə elədiyim yanlışları qeyd edəcəm bugün. İkinci isə fiziki şiddətdir. Çox təəssüflər olsun. Hələ də uşaqlarını döyən valideynlər var. Özlərini də belə sığortalayırlar ki, bəyən biz döyməmişik, nə olub, bizdən adam olmuyor, bəyən. Yəni, başa salmaq olmur ki, ay valideyn, fiziki şiddət bərabərində, özü ilə bərabərində psixoloji şiddət də, fiziki zorakılıq özü ilə bərabərində psixoloji zorakılıq da yaradır. Yəni, əgər biz deyirik ki, fiziki şiddətə məruz qalan uşaqlarda günahkarlıq, yalnızlıq, qorxu, çarəsizlik, özgüvənsizlik, narahatlıq kimi duyğular yaranırsa, bu nə deməkdir? Bu o deməkdir, sən onun təkcə bədənini vurmursan, həm də onun psixologiyasına zərbə endirirsən. Bunu valideynlərə izah eləmək lazımdır. Yox, o günləri bir dənə pasiyentim var, autizmdir, biraz ağır autizmdir də, yəni yüngül autizm deyil. Uşağı əlindən tuturam ki, müəyyən tapşırıqlar, təlimatları yerinə yetirsin. Uşağa yaxınlaşanda, əlindən tutmağa çalışanda uşaq sevilir. Uşaq özü müdafiə edir. Bu nə deməkdir? Yəni, məni vururlar, mən artıq müdafiə olunmağı öyrəşmişəm. Kimsə mənə yaxınlaşanda artıq mən qorxuram ki, məni yenə vuracaqlar. Birinci seansda elə bunu mən gördüm. Seans qutaran kimi valideyni çağırmışam. Deyirəm, uşağı niyə vurursunuz? Onsuz da bu, yəni ki, autizmdir, əziyyət çəkir. Yəni, bunu siz əziyyətini niyə 2 qat edirsiniz ki? Yox, deyir, heç kim vurmur ki, evdə anası deyir. Yox, heç kim vurmur ki, elə hərdən mən şeyləyəndə, dözə bilməyəndə ya da heç sözə qulaq asmayanda olur da, hərdən 1-2 dənə belə vururam da. Deyirəm, 1-2 dənə vurmursunuz, uşaq gözü qırpıq olubdur. Uşağın yanına yaxınlaşırsan, özü müdafiə qalxır. Qətiyyən dedim, qətiyyən olmaz. Yəni, istər autizm olsun, istər atipik inkişaf etmiş uşaq olsun, istər tipik inkişaf etmiş uşaq olsun, yəni normal inkişaf edən uşaq olsun. Gələcəkdə bu cür insanların kəskin stres pozuntusu olur. Travma sonrası stres pozuntusu, posttravmatik stres pozuntusu deyirik də. İçki maddə asılılığı olur. Sonra da şikayət edirlər ki, buna bax, 8-ci, 9-cu sinifdə oxuyur, indidən siqaret çəkir. Sən nə bilirsən ki, o 8-ci, 9-cu sinifə qədər nələr yaşayıb valideynin tərəfindən? Bu tərəfdən baxsaq, bəlkə elə bir şeylər taparıq ki, hətta ona haqq qazandıra bilər ki, yəni bu səbəblərdən artıq uşaq siqaret çəkir. Mən demirəm ki, uşağın siqaret çəkməyi düzgündür, uşaq siqaret çəkə bilər, bunu demirəm mən. Demək istəyirəm ki, onu o vəziyyətə bəlkə kimsə gətirib çıxardıb.
o olur məsəl üçün yeniyetmələrdə həmyaşıdlarının yanında, qrupun içində özünü təsdiq eləmək üçün, özünü göstərmək, cool göstərmək üçün hamı bunu böyük kimi qəbul eləsin deyə belə addımlar ata bilər. İçkidir, maddədir, siqaretdir və s. Bu tərəfi ola bilər. Amma bu fiziki şiddət də səbəb ola bilər içki maddə asılılığına, depressiya kimi bir çox psixoloji problemlərin yaşama ehtimalını yüksəldir. Cəza vermək tərbiyənin ən vacib hissəsidir düşüncəsində olan valideynlər var. Çox təəssüflər olsun, uşağa cəza vermək olar. Mən demirəm ki, cəza ümumiyyətlə olmamalıdır, cəza olmalıdır. Lazımi hallarda və konstruktiv şəkildə tətbiq edilməlidir. Məsələn, məndən soruşsaq ki, düzgün cəza üsulları hansılardır? Mən həmişə valideynlərə bunu deyirəm. Əgər görürsən ki, istifadə elədiyin heç bir metod işə yaramırsa, uşaqla düzgün dil tapa bilmirsənsə və yaxud da uşağı idarə etməkdə çətinlik çəkirsənsə, artıq görürsən ki, cəzaya ehtiyac var, o zaman bilməyə bilərsən. Uşağı sevdiyi fəaliyyətdən məhrum edə bilərsən, sevdiyi oyuncaqdan məhrum edə bilərsən və qadağalar qoyaraq, yəni qadağanın özü də və yaxud da məcburiyyətin özü də bir cəzadır. Yəni, onun psixologiyasına mənfi təsir etmədən, fiziki, psixoloji şiddət göstərmədən də cəza vermək mümkündür. Məsəl üçün, uşaq dərsini oxumur, dərsini eləmir, oyun oynamayacaqsan, oyuncaqlarını yığışdırırsan, oyun oynamaq olmaz, icazə vermirəm. Dərsi eləyib tutaracaqsan, ondan sonra oyun oynayacaqsan. Ya və yaxud da ki, həyətə düşməyəcəksən. Yəni, dərsi etməyən kimi həyətə düşmək qadağandır. Bu, onun üçün cəzadır. İndi bizim üçün gözümüzə kiçik görsənə bilər ki, bu nədir ki, bu cəza deyil, biz axı öyrəşmişik, böyük cəza, uşağı özümüzlə elə bil ki, bir tuturuq. Böyüyün yaşadığı cəzanın şiddəti qədər olmalıdır, sanki uşağa verilən cəzanın şiddəti. Elə olmalı deyil axı, sən böyüksən, o uşaqdır. Hər kəsin qaldıra biləcəyi yük tutumu var da, bunu nəzərə almaq lazımdır. Cəza yalnız, yenə də deyirəm, lazımi hallarda tətbiq edilə bilər. Cəzadan öncə mükafatlandırma üsulundan istifadə edə bilərsiniz. Mükafatlandırma üsulunun da bir şərti var, çərçivəsi var. O günləri bir pasiyentim gəlib, danışır, ilk görüşdür. İlk görüşdə əsasən adaptasiya mərhələsi daxil. Otağa, psixoloqa, adaptasiyası, güvən bağının formalaşması və s. Ona görə çox ilk görüşdə uşaqların üstünə getmirəm, hər hansısa bir təlimat vermək, nəsə eləmək, sərbəstlik verirəm. Uşaq oynaya-oynaya özü haqqında danışır. Deyir ki, mənim atam deyir, 3 dənə 5 alanda 5 manat verir, 4 dənə 5 alanda 10 manat verir, 5 dənə 5 alanda 15 manat verir. Anası da deyir ki, uşaq deyir, oxumaqla arası yoxdur, oxumaq sevmir. Atası belə eləyir ki, qoy motivasiyası olsun, oxusun. İndi bu mükafatlandırma üsulu nə dərəcədə doğru bir hərəkətdir. Birinci növbədə uşağı həris böyütməkdir. Dünya malına həris böyüyür bu uşaq. İkinci növbədə belə uşaq yetkinlik dövründə rüşvətxor olacaq. Hansısa bir iş yerində, nəsə bir iş gördüysə, vəssalam, oturub mükafat gözləyəcək. Nəsə bir yaxşılıq elədirsə, oturub mütləq qarşılıq gözləyəcək. Yəni, bu belə mükafatlandırmadansa heç mükafatlandırılmasa ondan yaxşıdır. Cəza verilsə ondan yaxşıdır. Yəni, cəzanın da, mükafatlandırmanın da düzgün şəkildə həyata keçirmək lazımdır. Müsbət davranışı gücləndirmək cəzadan daha təsirli nəticələr verir. Məsələn, uşağın hər hansı bir mənfi davranışını korreksiya etmək istəyirsinizsə, hansısa bir müsbət davranışını tərifləyin, daha çox yadına salın, daha çox təkrarlamağa çalışın ki, o müsbət davranışlarına yönəlsin, istiqaməti müsbətə tərəf olsun. Yoxsa ki, hər dəfə danlaq, hər dəfə tənqid, hər dəfə təzyiq,
Belə bunun özü də bir şiddətdir də. Yəni ki, fiziki şiddət, psixoloji şiddət, şiddətdir də. Bu uşağın nəyə görə şiddət olmalıdır ki? Tərbiyə üsulu deyil, şiddət tərbiyə üsulu deyil, çıxış yolu deyil. Digər valideynlərin etdiyi səhvlərdən birinə keçmədən öncə, əgər kiminsə öz fikri varsa, münasibət bildirmək istəyirsə, ola bilər ki, mənim dediklərimlə kimsə razılaşmaya da bilər. Yəni, mən bütün müzakirələrə, fikirlərə açıram və istərdim ki, siz də aktiv olasınız, öz münasibətinizi bildirəsiniz. Mənim sualım var idi və bəzi məsələlərdə öz fikrimi bildirmək istərdim. Bəli, İlk buyurun. öncə İlhamə xanıma bir daha təşəkkür edirəm. Çox gözəl, həqiqətən də oradan da təlimlər təbii ki, sizin sayənizdə təşkil olunur. Ancaq bir məsələ sizin istərdim nəzərinizə çatdırım. Müqayisəni dediniz, ümumiyyətlə çox razıyam. Sadəcə olaraq bir məsələ var. Uşaqlarda müqayisələr çox fərqli yanaşmalar olur. Misal üçün, mən öz təcrübəmdən deyim sizə, müqayisə yox, mənə misal göstərilmişdi öz dost olmaca bibim oğlundan ki, mənim bibim özü riyaziyyatçı idi və demişdi ki, mənim bibim oğlu, yəni öz oğlu üçün 2 rəqəmli, 3 rəqəmləri beynində rahat şəkildə toplayıb çıxmağı bacarır və ya vurma verməyi bacarır. Sadəcə olaraq bunu bir fikir kimi demişdi. O mənim beynimə düşmüşdü. İnan Allahım, mən onu bütün günün beynimdə, mən onu necə məşq eləyirdim. Mən onu o qədər gözəl bacardım ki, artıq özüm də 2 rəqəmli, 3 rəqəmlə rahat şəkildə toplamağı, çıxmağı, vurma bölməni bacarırdım. Sadəcə onu müqayisə eləmədi. Dərslərimi soruşdu, öz oğlundan danışdı. Amma sizə bir sualım var. Ümumiyyətlə, müqayisənin uşağın özünə inam təsiri bütün yaş qruplarında da eynidirmi? Sağlam, misal üçün, rəqabət deyirik də, düzdür? Bir tərəfdən də müqayisədən danışırıq. Bunun üçün uşaqda həmin o sərhəddi necə biz aşılamalıyıq ki, bu müqayisədir və ya bu sağlam rəqabətdir. Qaldı ki, siqaret məsələsinə, amma mənə elə gəlir ki, uşaqların erkən yaşda siqareti çəkmələri üçün hər hansı bir depressiya ehtiyac yoxdur. O, sadəcə uşaqların bəhanəsidir. Uşaqlar bəzən, mən düşünürəm ki, depressiyadan yox, sadəcə olaraq özlərini göstərmək üçün, öz böyüdüklərini ifadə eləmək üçün, dostlarının yanında ki, hə, mən varam, mən bunu edirəm demək üçün. Çünki inan Allah, elə gözəl ailələr var ki, onlarda, yəni, çox, necə deyim sizə, qıraqdan şəxsən baxırıq ki, mükəmməl ata-anadır və uşağına yalnız motivasiya verir, demotivasiya deyilən bir şey yoxdur. Lakin uşaq siqaret çəkir. Bilirsiniz nədən siqaret çəkir? Həqiqətən də özəl məktəbdə də oxuya bilər uşaq. Hər şey o deyirik, özünün qabağında o məsələsi ki, görmüş, hər tərəfli şəkildə təmin olunmuş uşaqdır. Amma bu vərdiş onda yaranır. Və valideyni də ona dinlə çalışır ki, başa salsın ki, olmaz, belə elə. Uşaq aydın, açıq-aydın şəkildə deyir ki, mən siqaret çəkmək istəyirəm. Nə vaxt özüm onu dayandıracaqsa, o mənim artıq öz şəxsi qərarımdır. Yəni, burada konkret depressiya, bu halda mən özüm də müəlliməm. Həm İdrak liseyində, həm də Bakı Dövlət Universitetində. Çox fərqli görürəm. Şəxsən bir tələbəm var, adını çəkmirəm, birdən tanış ola bilər. O tələbəm evdən sadəcə olaraq müəyyən bir səbəbdən ki, ata psixoloji xəstədir, ancaq ana isə biraz daha bir fərqli bir xanımdır, yəni bir necə aqressiyası falanı. Uşağı evdən qollayıblar. Uşaq işləyir, həm oxuyur, həm necə deyim sizə, ev kirayə tutub orada qalır. İnan Allah, mən uşağın üzünü, mənim sadəcə onun haqqında dedilər. Gəlin görün, o uşağın necə performansı var, uşaq özünü necə göstərir. Sonra eşitmişəm ki, hal-hazırda o sonuncu kursdadır, onun 14 kəsiri var. Mənim dərsimdə sadəcə olaraq kəsiri olmadı da. Çünki dedi ki, çatdıra bilmir, uşaqlar dedilə çatdıra bilmir. Yəni, çox fərqli ailədə böyüyən uşaqların cəmiyyət içində də fərqli performansları olur. Onu demək istəyirəm. Və çox istərdim ki, bu cəza məsələsində də bir toxunum. Mənə elə gəlir ki, cəza məsələsində ümumiyyətlə uşağa cəza çəkmək bugünkü zaman, o bizim vaxtımız idi, qaldı.
İndiki mənim şəxsən öz qohumlarım var. Uşaq ana hirsindən uşağa ən sevdiyi uşağın əlindən iluşqanı alır, oyuncaq alır və atır zibilə. Uşaq deyir ki, onsuz onu sən almısan da sənin pulla alım, vecimə deyil. Belə uşaqlar var ya. Yəni uşağa cəza da xeyr eləmir. Mənə elə ki, cəzadansa uşağa motivasiya vermək daha gözəldir. Və sizin vurğuladığınız kimi hər hansı bir, necə deyimsə, pulla falanla yox. Bugünkü gündə şəxsən mənim özümə də keçərlidir. Dünən mən oğlum gitara istəyirdi ki, ifa eləsin. Sadəcə olaraq son anda öz fikrindən döndü, dedi, istəmirəm, xəstəyim, güclə bəhanə gətirdi. Mən ona şəxsən özüm təklif elədim ki, sənə elektron gitarı alacağım, çox arzulayır onu. Dedim, o səhnəyə çıx. Əslində qalır, heç də gözəl performans olmadı ki, ona görə indi mükafatlandırdılar ki, uşaqlı matematik faiz olmasın. Yəni ki, ilk dəfə çıxdı səhnəyə, həm oxudu, həm ifa elədi. Amma bilirsiniz necədir? Mən onu sadəcə o istəyirdim, səhnəyə çıxardım ki, uşaq bütün utancaqlığını çıxartsın, özgüvənini artırsın. Bilirdim onsuz da yaxşı olmayacaq. Sadəcə olaraq istəyirdim ki, uşaq onu görsün, o həmin o aşamanı, o utancığı hissini özünə tükdümüşə gidərsin, belə deyim sizə. Amma nəticə necə oldu? Uşaq oradan çıxandan sonra hansı ki, özü də bilirdi ya ki, yaxşı performans eləmir. Sadəcə olaraq oğlum dedi ki, mama, mən necə çıxış elədim, mən sertifikat aldım, sən mənə bunu alacaqsan. Artıq beynində özü də bilir nəticən ki, yaxşı eləməyib. Amma digər tərəfdən mənim söz verdiyim, vəd verdiyimdə mənim özümə göstərdi ki, yəni sən bunu mənə vəd vermişdin. Yəni çox fərqlidir. Və əgər sizin mənə verdiyim sual yadınızdan çıxıbsa, istəyirsiniz təzən yenə sual verim. Yəni, bayaq dediyim kimi, müqayisənin uşağın özünə inam təsiri bütün yaş qruplarında da keçərlidir. Bir də sağlam rəqabətlə müqayisə arasındakı sərhədi necə müəyyən eləmək olar? Təşəkkür edirəm. Təşəkkür edirəm. Dəyərli fikirlərinizi bizlə bölüşdünüz. Hətta öz həyat təcrübənizdən də nümunələr gətirdiniz. Minnətdaram fikirləriniz üçün. Seminarda qatdığınız üçün çox sağ olun. Baxın, əvvəlcə siz bir öz həyatınızdan nümunə göstərdiniz ki, mənim bibim belə bir şey etdi. Sizin bibiniz müqayisə etməyib. O sizin beyninizə toxum əkib. Sadəcə o sizə bir dənə cümlə ötürdü. Hə, onu sizin şuur altınıza yeridib sadəcə. Və o sizdə, yəni müqayisə olmadığına görə mənfi təsiri olmuyor sizə. Yəni bir var deyək ki, görürsən, sənin bir oğlun belə şeylər hesablaya bilir, amma sən hesablaya bilmirsən. Bu artıq müqayisədir. Bu artıq sizdə o müsbət nəticə heç vaxt ola bilməz. Görün xanım, bir necədir? Müqayisə eləmək. Hər bir insana mən düşünürəm ki, eyni dərəcədə mənfi təsir eləmir. Şəxsən mənim xarakterim elədir ki, əgər mənimlə kimsə müqayisə eləsələr, mən bacarıram ondan daha çox eləyim. Bayaq dediniz ki, özünü sübut. Sadəcə o, bəzən özünü sübut lazım deyil. Elə məsələlər var ki, o heç gərəkli deyil. Sadəcə insanın vaxtını aparır və beynini zanit edir də, belə deyimsə, məşğul edir. Müqayisə ilə sağlam rəqabətin arasındakı sərhəddə valideyn elini təyin etməli. Yəni, kimlənsə yaraşdırmamaq şərti ilə biz müəllim necə təyin etməlidir? Psixologiyada belə bir şey var da. Biri var əzmkarlıq, biri var inadkarlıq. Əzmkarlıq müsbət keyfiyyətdir, inadkarlıq mənfi keyfiyyət kimi qəbul olunur, iradi keyfiyyətlərin içində. Uşağı müqayisə edəndə o artıq inadkarlıq göstərir, daha yaxşı olmağa çalışır. Yəni, bütün işini gücünü qoyur, bütün digər yaradıcılıq fəaliyyətidir, hobbiləridir, digər fənlərdir, hər şey, bütün həyatını qoyur qırağa, inadkarlıq göstərir, sırf nə ilə müqayisə olunursa onun üstünə gedir. Bu düzgün deyil. Amma biri də var ki, sağlam rəqabət. Sağlam rəqabət olanda uşaqda əzmkarlıq yaranır və o əzmin nəticəsində yaxşı nəticə əldə edə bilir. Yəni, uşaqda inadkarlıq yox, əzmkarlıq oyatmaq lazımdır ki, uşaq inad göstərməsin, əzmkarlıq göstərsin. Gönül xanım, onda müəllimlərin qurduğu məsələlər var. Misal üçün, biz qrup işləri görürük, birinci, üçüncü yerləri müəyyən edirik. Sizcə bu müqayisədir, uşaqlarda demotivasiya yaradırmı? Şəxsən bəzən mən görürəm, şagirdlərdən demotivasiya yaradır.
Bu sadəcə qiymətləndirmədir də. Yəni bu qiymətləndirmə olmalıdır. Müqayisədir. Müqayisə başqa, qiymətləndirmə başqadır. Bu uşağın bilik bacarığının qiymətləndirilməsidir. Yəni bu qiymətləndirilmə olmazsa uşaqda məsuliyyət olmaz. Vecinə almaz ki, onsuz da qiymətləndirmə yoxdur, kəsilmə yoxdur, aşağı yuxarı yoxdur falan beşlikdən. Yəni çox məsuliyyətsiz olar da. Amma qiymətləndirmə olanda ən azından uşaqda kiçik də olsa biraz stres yaranır. Stres biraz yaxşı tərəfi var da, dozasında olanda. Uşaqda məsuliyyət hissi yaradır ki, hə, mən artıq qiymətləndirmədə iştirak edəcəm, müəllim məni qiymətləndirəcək. Yəni belə şeylər, bunlar müqayisə edir, bu sadəcə qiymətləndirmədir. Təhsildə qiymətləndirmə sistemi, yəni bir qədimdən var. Belə. Biz davam edək o zaman. Sağlam rəqabəti mən də çox sevirəm. Onu deyim ki, sağlam rəqabət insanı inkişafa vadar edir. Yəni, biri var ki, sənə qarşı deyilən fikirlərdə görürsən ki, hər hansı bir paxıllıq və yaxud da ki, aşağılama və s. Amma biri də var ki, sağlam rəqabət olur, sağlam tənqid olur. Bu sağlam rəqabətdir, sağlam tənqiddir, insanı inkişafa vadar edir, inkişafa yönəldir. Ona görə uşaqları, məsələn, sağlam rəqabət odur ki, mamam bir sözü var idi, uşaq vaxtı bizə dedi ki, heç nədə bir paxıl olmuyor, ancaq oxumaqda paxıl olur. Fikirləşin ki, o niyə məndən yaxşı oxuyur, mən də böyle oxuyum. Hə, mamam bizə belə deyir ki, heç kimə heç nəyə görə paxıllıq eləməyin, ancaq oxumağa görə paxıllıq eləyin ki, siz də başqalarından daha yaxşı oxuyasınız. Amma bilirsiniz, yəni bu paxıllıqdır, bu müqayisədir, bu rəqabətdir. Uşağı mənəvi olaraq yoran şeylər ehtiyac yoxdur. Məsələn, elə valideynlər var, uşağı tələb edir ki, bütün qiymətlərin yaxşı olmalıdır, bütün summativlərdir, bütün KSQ, BSQ, nə bilim, hamısı 90-dan yuxarı olmalıdır. Uşağı mənəvi yormaqdır bu. Yəni, məsələn, mənim 2 dənə diplomum var, biri qırmızıdır, biri göy rəngdədir. Nə olsun, nə mənası var? Qırmızı vərəyimin mənası var, göyün nə mənası var? Mən ikisindən də indi pul qazanıram, ikisi üzərindən də özümü inkişaf etdirirəm, işlədirəm 2 ixtisasında və salam da. Bunun fərqi nədir ki, mən 90 baldan yuxarı özümü öldürdüm, qırmızı aldım. İkincisini də artıq təcrübəm oldu, yəni özümü öldürmədim, özümü inkişaf etdirdim. Yəni, bala görə özünü öldürməyə ehtiyac yoxdur. Bu, mən düşünürəm ki, o qiymətləndirmədə də uşağı, məsələn, müəllimlər belə bir bəzi müəllimlər gözəl fikri var ki, qiymətə görə oxumuyor. Yəni, dərsi mənimsəməyimiz önəmlidir. Qiymət üçün, yaxud əzbərləmək üçün, belə şeylər üçün cavab vermək önəmli deyil. Düzdür, indiki uşaqlara bunu biraz belə deyəndə arxayınçılıq yaranacaq və yaxud da deyəcək, mən dərsi mənimsəmişəm də, əsas deməkdir, dərsi mənimsəməkdir. Mən biraz atılırdı, bu günə görə müəllimin üstünə. Biraz ona görə ehtiyatlı da olmaq lazımdır. Bir də o siqaret məsələsinə bağlı dedi, depressiya ilə əlaqəli olmur. Amma mən sizə bir şey deyim, elə uşaqlar olur ki, yaşından çox ağır şeylər yaşayırlar həyatda. Və onlar həqiqətən, mən haqq qazandırmıram, yenə də deyirəm, hər nə olursa olsun, narkotik çəkmək, siqaret çəkməkdir, içki içməkdir. Bunlar 70 yaşına çatmadığı bir dövrdə eləmək, haqq qazandırmaq mümkün, düzgün deyil. Amma, məsələn, mənim bir pasiyentim var idi, dayısı, uşağın anası ölmüşdü, atası türməyə düşdüyünə görə uşağın nənəsi dayısı saxlayırdı da. Sonra atası türmədən çıxandan sonra mənim yanıma seansa gəlirdi. Mən uşaqdan soruşdum, sən atanla görüşürsən? Dedi ki, yox, dayım icazə vermir. Mən dayısının nömrəsini istədim, ondan danışdım dayısından ki, bəs bu anasını itirirdi, atası ilə də icazə vermişsiniz görüşməyə. Bu uşağın valideyn sevgisinə, qayğısına, diqqətinə ehtiyacı var. Məncə siz düzgün eləmirsiniz də, bir icazə, başa düşürəm, türmədən çıxan adam biraz ola bilər ehtiyat edirsiniz. Amma yəni rica edirəm də atasına görüşməyə icazə verəsiniz. Dayısı qayıdıb mənə nə desə yaxşıdır. Deyir ki, Sönok xanım, siz bilmirsiniz də məsələ necədir. O deyir ki, deməli, atası uşağa pul verib ki, o birisi məhlədə bir nəfər sənə bir şey verəcək, ged onu al mənə gətir.
uşaq gedib, onu alıb, gətirib verib atasına. Sonra dayısı bu işin üstünü araşdırıb, üstünü açıb ki, atası bunu narkotik almağa göndərib. Dayısı mənə deyir ki, siz deyir, təsəvvür edirsiniz, bu yeniyetmə oğlandır da, bəlkə yolda açardı bunu, görərdi narkotikdir, bunu istifadə edərdi. Necə olardı ondan sonra? Narkotikdir bir dəfə istifadə edirdim, vəssalam getdi də, uşağı dağıldı. Mən deyir, onu eşidəndən sonra vəssalam, ata ilə görüşməyə qadağan eləmişəm uşağa ki, qutardı sən atanla görüşməyi. Yəni, atanın vicdansızlığına bax ki, uşağa pul verir ki, get mənə narkotik al, gətir. Ona görə uşaqların həqiqətən yaşlarından ağır yaşadığı şeylər olur. Biz deyə bilərik ki, çox üzr istəyirəm, söz kəsirəm, deyirsiniz yaş, amma bunlar azlıq təşkil edir və bu dəqiqə yeniyetmə uşaqlar ailələrində elektron siqaret. Valla o deyim sizə ki, uşaqların o ağır yaşadıqlarından yox, sadəcə olaraq özlərini göstərmək, o vərdişi özləri istəyirlər ki, onu eləsinlər. Bu çoxluqla belədir. Valla siqaretdən deyirsiniz, inan Allaha ki, uşaq onu bəhanə gətirir ki, ay fikir elədim. Fikir eləyən insan o siqareti niyə çəksin ki? Axı, siz dediniz ki, narkotik kimi yüksək təsir göstərmir axı siqaret. Məsələ burasındadır. Yeniyetmələr bir-birlərini də korlayırlar. Yəni, bunların yeniyetmənin psixologiyasında belə var da, yəni yeniyetməyə valideynlər daha çox həm yaşıdları, dostları daha çox təsir göstərir, onların fikirləri daha çox əhəmiyyətlidir, onların dəstəyi, onların təsdiqlənməsi daha əhəmiyyətlidir, nəinki artıq valideynlərin olan münasibətləri. Ona görə, yəni, bir mənalı olaraq siz də haqlısınız, sizin nə qədər arzuqəniz deyirsiniz. Belə, Axşamınız xeyir olsun. Axşamınız xeyir olsun. Hər kəsə xoş axşamlar diləyirəm. Təlim üçün də təşəkkür edirəm. Mən bircə xanıma qatılıram. Niyə görə? Çünki özüm də tələbələrlə işləmişəm. Mən düşünürəm ki, uşaqların siqaret çəkməsi, daha doğrusu yeniyetmələrin siqaret çəkməsi təkcə ailədən qaynaqlanmır. Düşdükləri mühit, əhatə, dost çərçivəsi onları tamam başqa bir yola çəkə bilir. Yəni, mən öz tələbələrimdən görmüşəm, daha doğrusu gözümün şahidi olmuşam ki, siqaret çəkməyə məcbur edilir uşaq. Baskı ilə, təzyiqlə. Yəni, deyir ki, bağışlayın ifadəmə görə, sən kişi deyilsən, siqaret çəkmirsən deyərək, bir də baxır ki, valideyn uşağının əlində siqaret var. Yəni, ata siqaret çəkmir, ana zaten əlaqəsi yoxdur, amma uşaq siqaret çəkir. Baxıram niyə? Yəni, araşdırmışam bu məsələni də, belə deyim. Görürəm ki, dostlar tərəfindən sən kişi deyilsən, sən siqaret çəkmirsən deyərək təzyiq olunur. Bir də ayrılırlar ki, uşaq siqaretə qurşanıb. Bu da ki, ilkin mərhələdir deyə düşünürəm. Elə dost ola bilər ki, narkotik istifadə eləsin, məcbur eləsin. Bir də baxmışsınız ki, artıq tamam başqa yerlərdədir həmin o uşaq. Amma mən uşaq tanımışam ki, şəxsən mənim sinif yoldaşım olubdur. Ata narkotik istifadəçisi, amma özü hal-hazırda Neft Sənaye İnstitutunda oxuyur. Yəni, o atanı görüb, deyir ki, mən həyatım boyunca elə olmaram. Yəni, uşaq da var ki, təhsil, necə deyim, dərs çıxardır. Təşəkkür edirəm dəyərli fikirləriniz üçün. Siz də çox haqlısınız tamamilə, yəni sizin fikirlərinizdən də. Həyatda hər şey olur, hər cür insan olur, hər cür hadisə olur. Yəni siz də çox haqlısınız. Çıxış edərkən özünüzü təqdim etsəniz də çox sevinərəm kimlərdən inisiyyətdə olduğunuzu bilmək. Nurçindir adım, özüm məktəbə qədər təhsil sahəsində bitirmişəm, bağça müəllimiyəm. Amma 3 il boyunca pedaqoji kollecdə tutor vəzifəsində çalışmışam. Ona görə də yeniyetmələr və uşaqlarla çox əlaqədə olmuşam. Bakı Dövlət Universiteti müəlliminizi də minnətdaram, sizə də minnətdaram. Çox sağ olun dəyərli fikirləriniz üçün. Nə deyəcəkdim? Bax, sizin bu dediyiniz nüans var ha. Bunlar üçün biz həmişə valideynlərə nə deyirik?
uşaqlarınız kimlərlə dostluq edirsə, bunu bilməlisiniz. Uşaqlarınızın dostlarını tanımalısınız. Çox təəssüflər olsun ki, Azərbaycan mədəniyyətidir, tərbiyəsidir, tərbiyə sistemidir, nə bilim, belə istiqamətdən baxanda görürük ki, ailələr qızların kimlərlə yaxınlıq etdiyini, qız uşaqlarının kimlərlə oturub durduğunu daha çox araşdırıb, üstünə düşür. Amma oğlan uşaqlarına elə də əhəmiyyət vermirlər. Amma hətta elə ailələr var ki, uşağın evə gec gəlməyindən uşağın evə gec gəlməyindən şikayətlənir. 2 saat 10-da 11 uşaq hələ gəlib evə çıxmayıb. Amma uşağın sözünü yeridə bilmir ki, bu vaxtda artıq sən evdə olmalısan, sən çöldə olmalı deyilsən. Ümumiyyətlə kimləndə heç ondan xəbərləri yoxdur. Yəni hər iki mütəxəssisimizin də dediyi kimi, oğlanların düşdüyü qruqlar, oğlan uşaqların dost mühiti onlara birbaşa təsir edir. Əgər yaxşı mühitdirsə, o yüksələcək. Əgər pis qruqa düşübsə, o qruqun təsiri altında onlar nə edirsə, o da ona sürüklənəcək. Yəni, narkotik istifadəsində də, onun narkotik istifadənin səbəblərindən biri kimi biz nəyi misal göstəririk. Yeniyetmə artıq qrup içində kənarlaşdırılmamaq üçün, qrupdan xaric olmamaq üçün, qrupdan qəbul olunmaq üçün və yaxud da qrupda onu inandırırlar ki, bir dəfə ilə heç nə olmaz, o da qrupa inanır. Yəni, mənim dost əhatəmdir, mənim dostlarımdır, belə deyirlər, səhv demirlər. O inanır, aldanır. Yəni, oğlanların dostlarını valideyn tanımalıdır. Ev ünvanlarını tanımalıdır. Bağışlayın, sözünüzü kəsirəm. Yəni, şahidi olduğum bir məsələ haqqında danışacağım. Bilirsiniz, oğlanlara, necə deyim, daha boş buraxırlar, maraqlanmırlar. Hal-hazırda, yəni, öz gördüyümü deyirəm ki, artıq qızlarda da elədir. Mən düşünürəm ki, hal-hazırda yeniyetmələrin, gənclik dönəmində olan, belə deyim, insanların intiharları artıb. Yəni, mənim şəxsən tələbəmin biri imtahan sessiyasında intihar eləmişdi. Yüksək bir mərtəbədən özünü atmışdı. Ondan sonra mən gördüm ki, valideynlər qorxmağa başlayır. Amandır, uşağıma bir söz deməyim, özünə nəsə eləyər. Amandır, güldən axır söz deməyim, gedər özünü öldürər falan deyə valideynlər artıq qorxur. Görürəm ki, məsələn, ayaq yolunda qız uşağını elektron siqaretlə tutmuşluğum var. Qayıdıb deyəndə ki, sən niyə görə siqaret çəkirsən, onu ver mənə. Mənə dedi ki, mənim atam anam bilir. Sizin mənə qarşılamaq ixtiyarınız yoxdur. Mən valideynlə danışdım ki, bəs bu necə ola bilir? Dedi, mən qorxuram ki, o özünə nəsə eləyər. Onun dedi, pis vaxtıdır, mən ona qarışa bilmirəm, gedər özünə nəsə eləyər, mən dedi, bədvaxtına qalaram. Mən o valideynə başa sala bilmədim ki, zaten sizin uşağınız siqaret çəkərək, xüsusən də qız uşağı özünü müəyyən bir yola salmış olur. Yəni, artıq valideynlər də qorxur övladlarına söz deməyə, deyə düşünürəm. Bəli, tamamilə razıyam. Çox təəssüflər olsun. Bilirsiniz, əvvəllər bu problem daha az idi. Nəyə görə? Çünki əvvəlki dost mühiti, ünsiyyət əhatəsi real göz qabağındaydı. Bir-birinin evinə getmək olsun, ya məktəbdə yığışmaq olsun. Amma indiki dost əhatəsidir, ünsiyyət çevrəsidir. Bunlar daha çox sosial şəbəkədə olur. Yəni, fikir mübadiləsi bir-biri ilə və yaxud da ki, yəni, bəzən elə dostlar olur ki, sadəcə sosial media vasitəsilə əlaqədə olurlar da, ona sosial medianın təsirinin nəticəsində hər hansı bir səhv addımlar edirlər. Və valideyn buna nəzarət etməkdə aciz qalır. Yəni, belə hallarda olur. Yəni, ona görə, məsələn, valideynlər indi müasir dövrdə Instagram olsun, başqa hansı bir platforma olsun, psixoloqları dinləyirlər, psixoloqların məsləhətlərini qulaq asırlar. Belə demək olmaz, belə uşaqla belə eləmək olmaz, uşağa bu travmadır, uşağa bu pis təsir edir. Valideynlər çox çaşqın vəziyyətinə qalırlar ki, mən neyim bəs uşağa pis təsir eləməsin, bəs mən necə eləyim? Uşağın bu vəziyyətdədir, mən ona müdaxilə edə bilmirəm, bununla mübarizə edə bilmirəm. Belə desəm, yuxarı baxsam bir burada, aşağı baxsam saqqaldır.
Yəni ona görə mən bir psixoloq olaraq deyirəm ki, valideynlərimiz zaten əllərindən gələn hər şeyin ən yaxşısını etməyə çalışırlar. Valideynlər özünü mükəmməl olmağa məcbur etməməlidirlər. Heç kim valideynlərdən mükəmməllik gözləmir. Valideyn də insandır, valideyn də öz şəxsi həyatı var, valideyn də səhvlər edə bilər, valideyn də nə isə bilməyə bilər. Bunlar çox normaldır. Bəzən elə uşaqlar var ki, bayaq müəllimə də deyək ki, heç bir problem yoxdur, uşaq siqaret çəkir. Həqiqətən elə uşaqlar var. Mənim hal-hazırda bir dənə uşağım var, 7 yaşında uşaqdır. Ailə, ana-ata münasibəti çox gözəldir, maddi imkan çox yaxşıdır. O deyirəm, 3 dənə 5-ə 5 manat, 4 dənə 5-ə 10 manat, 5 dənə 5-ə 15 manat, həmin uşaq. Hər şey çox əladır. Artıq uşaq o qədər ərköyündür, o qədər nazı ilə oynayıblar. Bacı qardaş da yoxdur, paylaşmağı da bacarmayan uşaqdır. Belə yəni biri var ki, hər hansı bir problemdən, evdəki, həyatdakı hər hansı bir çətinlikdən yaranan problem. Biri də var ki, lüks həyatdan, hər şeyin daha yaxşı olmasından yaranan problem. Bax, bunun özü də bir problem. Ona görə Həzrət Əli əleyhissalam deyirdi ki, hər şeyin orta həddini götürün. Hər şeyin orta həddi yaxşıdır. Nə daha çox, nə daha az. Orta həddir. Belə, biz qayıdaq mövzumuza. Bir də mövzu ilə bağlı bir fikir bildirmək istəyirdim, cəza ilə bağlı. Mən hal-hazırda sırf öz ixtisasım üzrə çalışıram. Belə bir prinsip var çalışdığım yerdə. Uşağın üstünə qışqırmaq, daha sonra vurmaq zaten artıq heç bir müəssisədə yoxdur və düzgün də deyil. Tək bir baxış. O vaxt mamalarımız hansısa bir qonaq gedəndə göz ağartmaq. Mən onun çox effektini görmüşəm. Uşaq səhv eləyəndə üstünə qışqırmadan, ton qaldırmadan, sadəcə ona baxmaq, o uşağın özünü yığışdırmağına kifayət edir. Mən bunu çalışdığım yerdə öyrəndim. Mən düşünürdüm ki, uşağa qışqırmaq deyəndə ki, ton qaldırmaq, o da qaldıracaq. Siz tonunuzu qaldırdıqca o da qaldıracaq. O da qaldıracaq və uşaq, belə deyim də, 4 yaşında uşaq ton qaldırmaq nə bilir? Elə bilir ki, elə danışmaq lazımdır. Bəli. Ona görə başlayacaq elə danışmağa. Mən olduğum müəssisədə onu gördüm ki, tək baxışla uşağı necə sakitləşdirmək olar. İdarə etmək olur. Cəza vermədən, necə deyim, yenə deyirəm, ton qaldırmadan və bunun mən effektini gördüm. Bəli, nə gözəl. Doğru yol tapmışsınız. Bəli. Belə, valideynlərin etdiyi, doğru bildiyi digər yanlışlardan biri də dəymə mən edərəm. Bunu adətən tək uşağı olan valideynlər edir. Və yaxud da ki, birinci övladı və yaxud da ki, ondan qabaqki övladı ölən uşağı olan valideynlər edir. Yaşına uyğun özünə xidmət bacarıqları formalaşmayan uşaqların özünə qiymətləndirməsi aşağı düşür. Böyüdükcə tənbəlləşir. Bir valideyn var ki, mənə şikayət edirdi ki, Könül xanım, mənim qızım yeni etmədi, dərsdən gəlir, uzanır divanda, ancaq istirahət edir, ancaq yatır, dərslərini də elə ancaq oxuyur, bəs ev işi görmür, bəs bu qız uşağıdır, sabah bu ailə quracaq, bir evə düşəcək, mən deyirəm ki, dur, biraz ev yığışdır, nəsə elə, heç nə başa salamıram bu uşağa. Deyirəm ki, əziz valideyn, uşaq vaxtı, uşağın etməli olduğu şeyləri onun yerinə siz eləmişsiniz, durub üzümə baxın. Uşaq idi da, ay Könül xanım, mən onu necə eləsin? Mən ona dəstək məqsədi ilə eləmişəm də, kömək eləmişəm. Deyirəm, siz ona kömək eləməmişsiniz. Bax, onu bugünkü vəziyyətinə gətirib çıxarmasına səbəb olmuşsunuz. Yəni, uşaq uşaqlıqdan, fərqi yoxdur qız uşağı, oğlan uşağı, həmişə biz nə deyirik? Yaşına, cinsinə uyğun olan ev işləri vermək lazımdır. Mütləq şəkildə uşaqlar ev işi görməlidir. Əgər ona deyiriksə ki, paltarı qatdala, yerini yığ, biz uşaqdan səliqə tələb etməməliyik. Deməməliyik ki, bu belə səliqəli olmadı, düz olmadı, bir də təzdən. Yox, onun o prosesi etməsi yetərlidir.
Ki, yəni artıq o başa düşsün ki, bu yerimi mən səliqəyə salmalıyam, öz paltarımı yerinə qoymalıyam. Yəni valideynlər uşağı hər cür çətinlikdən qorumağa çalışanda, bəs belə uşaq yenə də uşaq ömrü boyu uşaq olaraq qalmır axı. Bunun sabahları iş həyatı var. Sabah oturacaq gözləyəcək ki, bunun işini gəlsin kimsə görsün. Kim görəcək sənin işini? Bu sənin məsuliyyətindir. Öz məsuliyyətini hər zaman başqalarının üstünə atan bir insana çevriləcək. Valideynlər var idi. Uşağı ibtidai birinci sinifdir, məktəbə gedəndə şirin çayını valideyn qarışdırır. Bu artıq məktəbə gedir də, bu artıq öz şirin çayını özü qarışdıra bilər də. Uşağın ayaqqabısını valideyn bağlayır. Uşağın çantasını valideyn yığır. Gündəliyini valideyn yazır. Niyə? Dəymə mən edərəm, sən yaxşı eləməyəcəksən. Belə valideynlər bəzən mükəmməliyyətçi valideynlər olur ki, uşağın daha yaxşı edə bilməyəcəyini, zəif edəcəyini, çətin gec edəcəyini, yaxşı eləməyəcəyini, səhv edəcəyini düşündüyünə görə, bu da mükəmməliyyətçi insanlar. Bunun özünə də psixoloji problem var. Ona görə uşağı imkan vermir eləsin, uşağın yerinə özü eləyir. Baxın, insan psixologiyasında belə bir şey var. İnsan səhv eləmədikcə düzü tapa bilmir. İnsan yeriməyi necə öyrənir? Yıxıla-yıxıla öyrənir də, düzdürmü? Danışmağı necə öyrənir? Əvvəlcə səslər çıxardır, sonra hecalar deyir, ondan sonra cümləni qurur da. Yəni, heç kim nərdivanı hop eləyib qalxmır ki, addım-addım qalxırıq. Həyat da belədir. Uşaq yeməyi yeyəndə əvvəlcə üstünə tökür, dağıdır, sonra normal qidalanmaq öyrənir. Və sən buna imkan verməsən, nə vaxt öyrənəcək? Sən bunun artıq həm kiçik, həm böyük motor inkişafını ləngidirsən. Sən bunun özünə xidmət bacarıqlarının formalaşmasını ləngidirsən. Yəni, həyata elə bir ki, 1-0 geridə qalır da uşaq həm yaşlarından. Yəni, uşaq çətinliklərlə qarşılaşaraq həyatı öyrənir, bu bir mənalıdır, bütün uşaqlara aiddir. Valideynin rolu onu dəstəkləməkdir, həyat dərsləri öyrətməkdir. Onun yerinə həyatı yaşamaq deyil. Birinci növbədə, bax, məsələn, mən pasiyentim olanda var idi, özgüvənsizlik problemi var idi, özgüvəni ilə işləyirdik. Ona ev tapşırıqlarından biri nə idi? Valideynə deyirdim ki, hər hansı bir məsuliyyət verin, hər hansı bir evdə bir öhdəlik verin ona ki, məsəl üçün, bu işə sən baxırsan, həmişə bu işi sən edəcəksən. Tutaq ki, evinizdə bitcəklər varsa, o gülləri o qıza, uşağa tapşırır ki, bu gülləri sən sula, qoyma bu güllər solsun. Başa sala bilərsiniz, neçə gündən bir sulamaq lazımdır. Çünki güllərə lazımdan artıq su verəndə də yana bilər, axı, düzgün su verməyəndə quruya bilər, lazımdan artıq verəndə də yana bilər. Ona görə düzgün necə sulamaq lazımdır, onu başa salan öyrədin, o məsuliyyəti, o öhdəliyi ona ver. Ki, məsələn, güllərə həmişə sən sulayacaqsan və yaxud da ki, filan şeyi həmişə sən edəcəksən. Məsələn, oğlan uşağıdır ki, zibili sən atacaqsan. Bax, gördün ki, zibili artıq dolub da aparıb atmaq lazımdır, bu sənin öhdəndədir, bunu sən elə. Yəni, uşaq o öhdəliyi yerinə yetirdikcə, o məsuliyyəti daşıdıqca, hər dəfə də o verilən tapşırığı yerinə yetirəndə özgüvəni artır, özgüvəni formalaşır ki, hə, mənə verilən işi mən yerinə yetirdim, öhdəsindən gəldim. Yəni, amma sən uşağın edə biləcəyi, etməli olduğu işi özün edəndə, onun həm özgüvənini məhv edirsən, həm özünə xidmət bacarıqlarının formalaşmasını ləngidirsən, həm özünün qiymətləndirməsini aşağı salırsan, uşağın özünə inamı azalır ki, mən bacarmıram da, valideynim eləyir. Görün, dəymə mən edərəm demək, uşağa qıymamaq və yaxud da ki, uşaq gec eləyəcək, qoy tez mən eləyim. Sən vaxtında qənaət edirsən, amma uşağı nə qədər geri salırsan. Yəni, bax, valideynlər buna da xüsusi diqqət etməlidirlər. Və daha sonra, bağışlayın sözünüzü kəsirəm. Və daha sonra valideyn bunun 2 qat əziyyətini çəkir. Uşağa yeməyi özü yedirdir, bir də baxır ki, artıq deyəndə ki, özü niyə uşaq yemir? Bir də ayılır ki, uşaq yeməyi yemir. Vidası getdi uşağın. Yəni, mən onun şahidi olmuşam ki, hal-hazırda görürəm ki, uşaq yeməyi yemir. Artıq valideynlə danışıram ki, bu uşağı mütləqdir ki, duyu bütünləməyə yönətmək lazımdır ki, uşaq kiçik motorikasından istifadə eləsin, qidalar qəbul eləsin. Yəni, uşaq heç bir şey yemir. Ya mənə deyir ki, sən məni yedir və yaxud dayəmiz var, ya ona deyir ki, sən yedir. Uşaq özü qaşığı, çəngəli əlinə alıb yemək yemir və yaxud ayaqqabısını özü geyinmir. Bu da düşünürəm ki, iləri müddətlərdə artıq uşaq
böyüyəndə, ailə həyatı quranda artıq onun beynində qalır ki, mən bu ailəyə heç nə eləməməliyəm. Hər şey düşür xanımın üstünə. Vay hala ki, xanım da evə baxmayan insan olsun, onda olur qlobal bir problemlər ailə üçün. Ya da ki, özünə dəyər verən insan olsun ki, sən öz məsuliyyəti və özün daşımalısan, sən öz işini özün görməlisən, sənin üçün, həm öz işimi görüm, həm sənin işini görüm. Yəni, həyat müştərək, biz ailə qurmuşuqda bu həyatda hər bir şey paylaşmalıyıq. Yəni, çox doğru deyirsiniz. Yəni, elə valideynlər fikirləşir, paltarını batırmasın, yerə tökməsin, yerə dağılmasın, yeməkdir, dağılacaq, az qalacaq, az yeyəcək, ondan sonra düşünür. Belə şeylər fikirləşirlər və uşağın öyrənmək istəyən valideynlər. Məsələn, valideyn yeni gəlir, mənə danışır ki, bəs mən uşaqla çoxlu boyama işləri görürəm, mənə videolar göstərir də. Baxıram ki, biz boya işi görəndə mən çalışdığım qədər fikir vermirəm ki, uşaq ay üstünü batırdı, əlini harasa vurdu. Deyirəm, vursun, eybi yoxdur, onsuz da o təmizlənəcək də. Məsələn, valideyn evə gedib, görübdür ki, üstü batıb, mənə deyir ki, bəs bu uşağın üstü niyə görə batıb? Deyirəm ki, çünki boya işləmişik. Boyanı siz əlindən tutub eləməmişsiniz. Deyirəm ki, yox. Yəni, mən bu uşağa sərbəst fəaliyyət vermişəm ki, onu eləsin. Bir dəfə mən göstərirəm, gerisini uşaq özü eləyir. Yox, deyir müəllimə, mən deyir, onunla evdə elə eləmirəm. Mən əlindən tuturam, bir yerdə eləyirik. Onu sizdə səhv tutur. Öz səhv etdiyini sizdə səhv tutur. Bəli, mənə deyir ki, niyə deyir, uşağa yəni də sərbəst vermişsiniz. Bəs mən onu əlindən tutub eləyirəm ki, heç yer batmasın, həm birgə fəaliyyət. Deyirəm ki, bu sərbəst fəaliyyətdir. Mən ona uzağı bir dəfə onu izah eləyə bilərəm. Gerisini uşaq özü eləməlidir. Həm onun kiçik motorikasını, necə deyim, işlətməlidir. Həm təxəyyülünü formalaşdırmalıdır ki, mən burada nə özümdən əlavə eləyə bilərəm. Mən hər şey uşaqla elədimsə, nə oldu o uşağın sərbəst fəaliyyəti? Bəli, tamamilə razıyam. Təşəkkür edirəm. Kimsə əl qaldırmış da, başqa fikir bildirmək istəyən varsa, buyursun. Aha, tamam, o zaman davam edək. Gözəl bir cümlə deyəcəm sizə. Salam. Salam, buyurun. Salam, necəsiz? Axşamınız xeyir olsun. Axşamınız xeyir olsun. Çox sağ olun belə gözəl sözləriniz üçün, xanımların gözəl fikirləriniz üçün təşəkkür edirəm. Bizi doğru bildiyiniz sözləri, yanlışlarınızı üzümüzə vurursunuz. Çox sağ olun. Yox, vurmaq deyil, estağfurullah. Aydınlıq açıqlayın, yəni biz doğru bilirik, yəni böyüklərimizdən belə görmüşük deyə biz bilirik ki, hə, belə doğrudur, amma yeni yetmələr böyüdükcə o doğrularımız yanlışa çevrilir. Nə yazıq ki, Allah bütün uşaqları qorusun, bizimkilər də onun içində. Müəllimə, çox gözəl fikir bildirdiniz. Valideynlər uşaqlarına kömək edir. Ona görə ki, biz çalışırıq ki, uşaqlarımız belə xainlıqla yox, yaxşıca istəyirik ki, o bizlərdən qabaq olsun, əlaçı olsun, yaxşı olsun, amma çox yanlış edirik. Mən əvvəl açıq deyim, bizim müəllimə test atanda mən çalışırdım, özüm edim. Yəni ki, uşaq bilmir, deyirdim, sən git, özüm eləyəcəm. Gördüm ki, bu dərsdə olanda testlərin cavabını verə bilmir. Çünki arxayındır ki, anam evə gələcəm, anam onları edəcək. Yəni, o şeyləri mən daha yığışdırdım. Yəni, o hərəkətlərimi yığışdırdım. Müəllim atanda testi. Deyirəm, otur, bildiklərini et, bilmədiklərində mən kömək edim. Yəni, mən hər kəs kimi müəllim deyirəm, yəni oxumamışam, amma bir ana kimi hər zaman istəmişəm ki, bütün valideynlər kimi, yəni uşağım üçün hər şeyi yapışdırdım da. Yəni, bir şey də var ki, müəllimə, Könül xanım müəllimə dedim, üzrlü sayın. Həm də müəlliməyəm, problem deyil. Laf gözəl. Mənim bir oğlum var, balaca oğlum. Yəni, o məktəbə gedəndə həvəslənirdi, hazırlığa gedirdi. Müəllim elə edib ki, uşaq indi kitabın üzünü açmaq istəmir belə, yəni üstün xətti belə açmaq istəmir, yəni həvəsdən düşür. Amma böyük oğlum isə, sağ olsun müəllimi də buradadır, Güney İbrahimova, o çox yaxşı edirdi, yəni uşaq yorulurdu yazmaqda. Amma bilirdim ki, onun gələcəyi üçün çalışır.
yəni öz müəlliməsi. Amma bu balaca oğlun isə heç kitabın özünü belə açmaq istəmir. Yəni mən nə edim ki, onu həvəsləndirəm, deyirəm, bax bunu belə eləsən, sənə bunu alacam, bunu belə edəcəm. Amma görürəm ki, həvəsən yoxdur. Və məktəbə gedəndə məktəbdən ağlayır, evə qayıtmaq istəyir, dərsdə həvəsi yoxdur. Siz bu barədə müəllimin özünə danışmısınız? Bəli, danışmışıq. Hətta özüm belə getdim ki, yəni uşaqlarla ünsiyyət qurum, yəni uşağın zikri, televizor, dərs yox, ancaq oynamaq, etmək. Neçə yaşı var? 6 yaşı var, yəni hazırlığa gedir. Aha, o keçid mərhələsindədir. Oyuncaqlardan ayrılıb partada əyləşmək deyirik də ki, bu vaxta kimi sərbəst idi, evdə rahat idi, istədiyi vaxt oyuncaqlarla oynayırdı, uzanırdı, otururdu, durub gəzirdi. Amma artıq oyuncaqlarından da ayrılır, ayrı düşür və gedib məktəbdə də müəyyən saatlar ancaq oturmalıdır, diqqətini müəllimə verməlidir. Bu keçid mərhələsi kimi qəbul edilir və bu bəzi uşaqlar üçün bu çətin olur. Məsələn, bağçaya gedibdir o. Bağçaya getdi, böyük oğlumla göndərdim ki, biraz böyük oğlum bağçaya gedəndə o hələ balaca idi. Dedim, getsin, həvəslənsin, öyrənsin. Elə aparıb orada qoyurdum körəxanı, qayıdırdı üstümə. Bir də gördüm, zəng elədilər ki, uşaq ağlayır. Yəni, bağçadan da belə getmək istəmədi. Bir ay dedim ki, özüm apardım, gətirdim, onunla belə istəmədi. Yəni, məktəbdən də belə edir, bağçada da belə edir. Demirəm, bağçada uşaqları vururlar, edirlər, yox. Yəni, uşaq hər şeydən məhrum olur. Adə toya göndərirəm, toyda belə qaçır evə qapanıb ancaq. Belə. Tamam, burada artıq müəyyən bir anamnez götürmək lazımdır ki, yəni bunun səbəbi nədir? Uşaq asosialdırmı, sosiallaşmaq istəmir, qaçır, özünə qapanması mı var? Bunu araşdırmaq olar. Və yaxud da ki, müəllimi ilə münasibəti araşdırmaq olar, müəllimin uşağa yanaşması necədir? Bəlkə məktəbə qədər dövrüdür deyirsiniz, bəlkə müəllimi digər uşaqlara daha çox diqqət ayırır, bu uşaq biraz kənarda qalır, yəni artıq ona təsir edir, ya da ki, biraz yanaşması düzgün olmayıb, müəllim də səbəb ola bilər, özünün içinə qapanıqlığı da ola bilər və yaxud da ki, oyuncaqlarından ayrılma mərhələsini çətin keçə bilər, hər şey ola bilər. Bunu biraz dəqiq araşdırmaq lazımdır. Təşəkkür edirəm fikirləriniz üçün, qatıldığınız üçün minnətdaram və açıq etiraflarınız üçün təşəkkür edirəm ki, dediniz, mən də əvvəl müəyyən şeyləri səhv edirdim, sonra düzəltdim. Baxın, mən birinci ixtisasım ingilis dil müəllimi idi. Bəzən məndə də olub. Şagirdə ev tapşırığı verirsən, şagird çalışmanı edir, sənə başlayır oxumağa. Amma oxuduğu cümlələrdə görürsən ki, başqa qaydalarda, bizim keçmədiyimiz qaydadan istifadə edərək cümləni qurur. Artıq sən başa düşürsən ki, bu uşağın yazdığı cümlə deyildir, kiminsə yazdığı cümlədir. Çünki mən bu uşağa bu qaydanı keçməmişəmsə, bu qaydanı bilmirsə, bilmədiyi qaydanın cümləsini necə qura bilər? Artıq oradan mən tuturam və uşağa deyirəm ki, sən niyə ev tapşırığını, sən qardaşını, özünə böyük qardaşı var, bu ingilis dilinin hazırlığının çalışmalarını eləyəndən bir qardaşına qardaş edir. Neçə dəfə təkrar valideyni ilə danışmışam, qardaşına tapşırın, bunu ev tapşırıqlarını eləməsin, bu uşağa kömək eləmək deyil, bu uşağa mane olmalıdır. Uşaq özü çalışmanı yazmalıdır, düşünməlidir ki, burada nə yazım, necə yazsam, yaxşı düz olar, özü fikir yürütməlidir, biraz əlləşməlidir ki, cümləni səhv yazdım, biraz belə eləsəm düz olar, cümləni qurmağa çalışmalıdır. Sözün tərcüməsini tapmalıdır. İşləməlidir də uşaq. Ev tapşırığı nədir? Budur da. Qardaşını mən neçə dəfələr deyəndən sonra artıq özünü yığışdırdı. Uşağın ev tapşırığını artıq eləmədi. Bax, valideyni başa salıram ki, uşaq belə olan da heç nə öyrənmir. Boşu-boşuna dərsə qoşulur, üzündən yalandan oxur. Heç özü nə oxuyur, özü də bilmir. Yəni, çünki onun keçmədiyi qaydadır, qardaşı yuxarı sinifdə o qaydanı bilir, o qaydaya uyğun cümlə yazır ki, ala müəllimi oxuyarsan. Yəni, bu uşağa kömək etmək deyil, əksinə mane olmaqdır. Düzdür, əslində mən fikirləşirdim ki, yəni, mən uşağa çox yaxşılıq edirəm, amma görürəm ki, çünki bunu siz məndən yaxşı bilərsiniz, bir müəllimə kimi hər kəs, yəni müəllimələr bilir. Yəni, valideyn
uşağın yanında oturmur, imtahan verəndə uşağın yanında oturmur. Uşaq arxayın olur ki, mən bunu belə eləyirəmsə, gələcəkdə yəni imtahanda anam, atam oturacaq. Əslində mən çox ona çətinlik vermişəm. Fikirləşmirəm ki, bu bəli. Bir də mən uşağı həvəsləndirirəm ki, deyirəm bax, uşağın adı Rəvandır, deyirəm bax Rəvan, yaxşı oxu ki, yəni sən əlaçıların içində olasan. Yəni məsələn bir şey deyirəm şəkili asacaq müəllim yuxarıda. Sonra deyirəm ki, tək şəklinə görə özünü yaxşı oxumaq üçün çalışma. Sənin gələcəkdə qabağında çox maneələr olacaq. Hər şeydən küsmə. Bəzi uşaqlar ona deyir ki, sən yaxşı oxuya bilmirsən, sən belə edirsən, yəni çox ilişirlər, belə onun biraz şeylər var. Çox qapanıq uşaqdır. Bullyingə məruz qalır. Bəli. Çox qapanıq uşaqdır. Nə deyirlər? Bəlkə də biraz ona görə istəmir də. Görürsünüz ortaya çıxdı. Məktəbi sevməməyin səbəbi. Balaca oğlum indi demirəm, böyük oğlumla danışıram, indi hal-hazırda Çorxan. Böyük oğlum çalışır ki, bir şey deyirsən, görür ki, o dəqiqə qapanır. Çox əsəbidir, çox stres keçirdir. Müəllimə də deyib, ona inşallah aparacam, orada bir uşaqlısı olacaq ki, yoxlansın, eləsin. Yəni, ona belə ilişən kimi başlayır əsəbləşmək, bildiyin unudur. Ona ən çox dediyim odur ki, yəni onu dəstək mənasında deyirəm ki, kitabdan sən qorxma, kitab səndən qorxsun. Sən əvvəl deyir ki, mən bu 3 dəstəyi oxuya bilməyəcəm, belə eləyəcəm, hamının yanında utanacam. Deyirəm, sən niyə qorxursan? Yəni, o qədər kitab verəcəklər ki, bu nədir ki, harasıdır ki? Sən yaxşı oxumalısan, sən mənim oğlumsan, sənə inanıram, sənə güvənirəm. Belə dəstəklər verirəm ki, bu uşaq həvəslənsin. Bax, deyirəm, 2 də alsan mənim oğlumsan, 5 də alsan mənim oğlumsan. Sadəcə 5 almaq sənin gələcəyin üçün yaxşıdır. Yəni, sən o 5 aldın, mənim almırsan. Sən öz gələcəyin... Nə gözəl ki, onu dəstəkləyirsiniz. Minnətdaram. Təbrikləriniz üçün çox sağ olun. Çox sağ olun, minnətdaram. Sağ olun. Biz davam edək. Tez-tez fikirlərimi bildirim. Çox gözəl bir fikir var burada qeyd eləmişəm. Tərbiyəli olub özünü xoşbəxt hiss etməyən uşaq böyüdükdə xoşbəxt olmaq üçün tərbiyəsizlik edir. Bu nə deməkdir? Məsəl üçün, uşaq vaxtı bir çox şeylər qadağan olunur, bir çox şeylərdən məhrum olunur, bir çox şeylər, qayda, qanunlar sərt olur. Məsəl üçün, avtoritar tərbiyə üsulu ilə böyümüş uşaq və yaxud da ki, valideyn üslubları var da, demokrat valideyn üslubu, valideyn üslubu və yaxud da ki, daha sərt, avtoritar valideyn. Bəzən valideyn var ki, uşağını tərifləyir. Mənim uşağım çox tərbiyəlidir, çox özünü yaxşı aparır, heç bir artıq əski hərəkət eləmir çöldə, qonaq gedəndə özünü oturur, sakit. Bu uşaq hərəkətləri deyil, bu artıq böyük hərəkətlərdir, yetkin insan hərəkətləridir. Biz uşaqdan böyüklük tələb etməməliyik. Uşaq özünü uşaq kimi aparmalıdır. Uşağın davranışları nədir? Uşaq oynamalıdır, uşaq kəşf eləməlidir, maraqlanmalıdır, niyə sualını verməlidir. Uşaq oyuncağını qıranda əslində onu qırmaq məqsədi ilə eləmədi. Onu öyrənmək üçün, orada nə var, bu necədir, onu araşdırmaq üçün, başa düşmək üçün onu o qədər əlləşdirir ki, artıq oyuncağı qırır. Yəni, biz həmişə valideynə nə deyirik ki, uşaq oyuncağı qırırsa, eybi yox, siz dəyməyin, onu kəşf eləmək üçün, öyrənmək üçün. Düzdür, biri var bilərəkdən eləsin, o heç. Amma bir də var ki, öyrənmə prosesində qırılan oyuncaqlara görə uşağı danlamaq düzgün deyil. Ya da ki, uşaqdan böyüklük tələb eləmək düzgün deyil. Uşaq sakit oturmalı deyil. O deyir, aktiv uşaqdan qorxmaq lazım deyil, pasiv uşaqdan qorxmaq lazımdır ki, bu uşaq niyə pasivdir? Çünki uşağın təbiətində aktivlik olmalıdır. O araşdırmalıdır, deyib gülməlidir, oynamalıdır. Əgər bu uşaq oynamırsa, oyuncaqları həmişə səliqəli qalırsa, qonaq getdiyi evdə ancaq oturub qalırsa, yəni uşaq vaxtı özünü həddindən artıq tərbiyəli aparmaq o deməkdir ki, bu artıq o qədər məhdudlaşır ki, çox dar çərçivəyə alınır ki, salınır ki, böyüdükdə uşaq vaxtı edə bilmədiyi hər şeyi eləyir. O bəzən böyüklər var, deyirlər ki, uşaq kimisən, elə bir uşaq qalmısan.
Nəyə görə uşaq qalıb? Çünki uşaqlığını yaşamayıb. Ona imkan verməyiblər o uşaqlığını yaşasın. Ona görə neçə yaşı olursa olsun, indi o uşaqlıq eləyir. O içində qalan uşaqlığı indi yaşayır. Məsələn, mən burada tərbiyəsizlik kimi yazmışam. Nəyə görə? Çünki məsəl üçün həyətdə qaş-tutdu oynamaqdır, həyətdə atlanıb düşməkdir, deyib gülməkdir. Bunu icazə verməyiblər. Sən qız uşaqsan, nə olsun yaşın azdır, olmaz, səsin çıxmasın həyətdə. Artıq bu qız böyüyəndə, yeniyetməlik dövrü olanda və yaxud da ki, yetkinlik dövrü olanda çıxır həyətdə, voleybol oynayır, atlanır, düşdür, özünü sərbəst aparır. Bu vaxta kimi yaşaya bilmədiklərini yaşayır. Düzdür, qıraqdan o tərbiyəsizlik kimi görürsən, amma məsələn, biz psixoloqlar insanlara baxanda heç vaxt qınamaq gözü ilə, onu tənqid etmək gözünə baxmır. İnsanı anlamaq üçün baxırıq ona ki, bu davranışın altında yatan səbəb nədir? Çünki önəmli olan davranış deyil, o davranışın altında yatan səbəb nəyə görə belə edir? Bəzi böyüklərin özünü uşaq kimi aparmasının, hələ də uşaq qalmasının səbəbi öz uşaqlığını yaşaya bilməməsidir. Biz uşağa bir şəxsiyyət kimi yanaşmalıyıq. Biz valideynliksə, o demək deyilsə, uşağım mənim malımdır. Uşaq mal deyil, hansısa bir əşya deyil, sənin uşağındır, amma sənə aid deyil, onun öz həyatı var. O bir şəxsiyyətdir. 3 yaşında da olsa, 5 yaşında da olsa. Əgər sən onun gələcəkdə bir şəxsiyyət olmasını istəyirsənsə, elə indidən 3 yaşından, 4 yaşından ona artıq bir şəxsiyyət kimi yanaşmalısan. Mənim o, bayaq dediyim, özgüvənsizliklə bağlı bir pasiyentim var idi. Həmin o pasiyentə uşağın neçə yaşı var? 8 yaşı var, 9 yaşı var. İbtidai sinif uşaqdır. O uşağın seçim hüququ yoxdur, qərar vermə hüququ yoxdur. Nə olar 8 yaş olanda? 8 yaşında uşaq seçim edə bilməzmi? Özünlə bağlı nəsə bir qərar verə bilməzmi? Evdə həmişə heç vaxt uşağa bir şərait yaradılmayıb, imkan verilməyib ki, nəsə seçim eləsin. Bax, ona ev tapşırıqlarından biri də o oldu. Valideynin deyir ki, aparın mağazaya, tutaq ki, bir paltar almaq istəyirsiniz. Tutaq ki, özünüz əvvəlcədən 2 dənə köynəyi seçin, 2 dənə don seçin və uşağa göstərin. Bunlardan hansını alaq, hansını almaq istəyirsən? Uşaq sanki elə düşünəcək ki, qərarı o verdi, seçimi o elədi. Amma halbuki ondan öncə siz özünüz qərar vermişsiniz ki, bu 2 paltarın ikisini də ala bilərəm. Büdcəmə uyğundur və yaxud da ki, materialı yaxşı, keyfiyyətlidir və yaxud da uşağımın ölçülərinə uyğundur və s. Bu 2 dənə paltarı özüm seçdim beynimdə və uşağa göstərirəm ki, fərqi yoxdur, hansını istəsə ala bilərəm. Amma uşaq da elə düşünür ki, seçimi özü elədi, qərarı özü verdi. Bax, burada həm özgüvəninə yaxşı təsir edir, həm ona bir şəxsiyyət kimi yanaşmış olursunuz ki, mən sənin seçiminə, qərarına hörmət edirəm, sən öz paltarını öz istədiyin kimi seçə bilərsən, sevdiyin rəngləri üstünlük verə bilərsən və s. Yəni, biz uşağa onun öz əşyamız kimi yanaşaq, onu dinləməyək, anlayış göstərməyək, seçimlərinə, qərarlarına hörmət eləməyək. Sonra bir yeniyetməlik dövründə o artıq müəyyən davranış pozuntuları başlayaq ki, sən böyük adamsan, sən bir şəxsiyyətsən. Sən buna nə vaxt şəxsiyyət kimi yanaşdın ki, indi o özünü şəxsiyyət kimi hiss eləsin. Məsələ burasındadır. Mənim övladım ən yaxşısına layiqdir. Əziyyət çəkmədən, çalışmadan yaxşına layiq olduğunu düşünən uşaq mən mərkəziyyətçi olur, digərlərini yuxarıdan aşağı baxmağa başlayır, hər şeyin asanlıqla əldə edilə biləcəyini düşünür, çətinliklərlə üzləşəndə hər yolları tapmaqda çətinlik çəkir. Bax, mənim bir dənə pasiyentim var idi, o haqqında danışmasın. Həmişə mən seminarlarımda pasiyentlərin haqqında anonimlik, gizliliyi qorumaq şərti ilə nümunələr verirəm ki, sadəcə nəzəri üzərindən danışmış olmayın, həyatdan təcrübələr də göstərim sizə. Deməli, bu mənim övladım ən yaxşına layiqdirlə bağlı nümunə deyəcəm.
Uşağın anası da, atası da musiqiçidir. Uşaq hələ məktəbə getməmişdən öncə 4-5 yaşından, 3 yaşına ağlı keçəndən uşağın beyninə yeridiblər ki, sən hər şey ən yaxşısına layiqsən, sən hər şey ən yaxşısı, o sənin olmalıdır, sən hər şeydə birincisən. Uşaq bu düşüncə ilə böyüdüblər, gətiriblər ibtidai sinifə çatdırıblar. Və ibtidai birinci sinifdən məktəbə qoymaqla bərabər qoyublar musiqiyə. Çünki anası ikisi də musiqiçidir. Və uşaq musiqidə irəliləyiş qazanır. Çünki ana da bunu dəstəkləyib, müəyyən yarışlara, tədbirlərə aparıblar, laureat olubdur, neçə dəfələrlə diplom alıb, yer tutub, tərifnamə və s. Hətta 4-cü sinifdə, bu artıq sentyabr 5-ci sinif olacaq. Hətta məsəl üçün, anası, atası musiqiçidir də, toylarda ifa edəndə buna da bir mikrofon veriblər, bu da ifa eləyib. Yəni, bu istiqamətində uğurlu olub, ana-atanın dəstəyinə görə uğurlu olub. Amma bu istiqamətdə getdiyinə görə, bura daha çox vaxt, enerji sərf etdiyinə görə məktəb dərsləri çöküb. Çünki uşaq beyni necədir ki, həm vaxt baxımından, həm enerji baxımından çatdıra bilməyib də, dərslərini oxuya bilməyib, gedib cavab verə bilməyib, bütün qiymətləri aşağı düşür və bütün müəllimlər ondan şikayətçidir, heç kim yaxşı qiymət yazmır və artıq o məktəbə nifrət eləyir, məktəbə getmək istəmir. Çünki həmişə beyninə nə yeridilib? Ən yaxşısına layiqsən, hər şey ən yaxşısı sənindir. Yəni, mən ancaq 5 almalıyam da, müəllimlər ancaq məni tərifləməlidir, mənə ancaq mükafatlar, diplomlar verilməlidir. Həm də musiqidə də dəstəkləndiyinə görə, biraz qabağa getdiyinə görə, gəlir məktəbdə bunun tamamilə əksini görür. Qiymətləri lap aşağıdır və hətta müəllimin biri demişdi ki, sən imtahandan keçənməsən, mən qoymayacam, sən 5-ci sinifə keçirsən, çünki heç vaxt cavab verməmisən, heç vaxt çalışmamısan. Yəni, məktəb tərəfi o dərəcə düşmüşdür. Artıq uşaq məktəbə nifrət edir, oxumağa nifrət edir, getmək istəmir məktəbə. Görün necə bir vəziyyət yaranıb uşağın həyatında. Bu vəziyyəti yaradan kimdir? Onun beyninə sən hər şey ən yaxşısına layiqsən deyən ailə. Yəni, uşağın bütün istəklərini təmin etmək, valideyn sevgisini göstərmək demək deyil. Tutaq ki, musiqidən bunu həvəsləndirdin, istiqamətləndirdin, uşaq da artıq daha yaxşı inkişaf eləmək istədi, can atdı. Amma bunun məktəb həyatı da var axı. Yaxşı, pis, az, çox oxumalı da axı. Ən azından 11-ci sinif asistatını əlinə almalı da axı. Sən bunu musiqidə qabağa aparmaq üçün əlində bir asistat olmalıdır. Valideyn bunu da düşünməlidir, amma çox təəssüflər olsun ki, uşağı necə bir çətinliyin içinə salıblar artıq. Övladına sevgi göstərmək, onun məsuliyyət və səbr anlayışını öyrətməklə mümkündür. Yəni, bir söz var, deyir ki, mənim əzizim əziz, tərbiyəsi ondan əzizdir. Ona görə ən yaxşısına layiq yox, layiqsən. Bunu zaten istəyərik, övladımız hər şey ən yaxşısına layiq olsun. Amma buna özü cəhd edərək, buna özü əziyyət çəkərək nail olmalıdır. Yoxsa ki, beyninə qoyum ki, vəssalamə hər şeyin ən yaxşısı sənin olmalıdır. O da oturub gözləyəcək ki, hər şeyin ən yaxşısı mənim olmalıdır. Niyə olmur? Yəni, belə şeylər də var. Ona görə uşaqlarımıza nəyisə yeritməyə çalışırıqsa, çox diqqətli olmalıyıq. Sözləri seçərək deməliyik. Çünki onun beyninə hopur, o ona inanır, onun beynində kodlaşır və elə də gedir. Sonra, ikili tərbiyə. Baxın, valideynlərin ən çox etdiyi səhvlər, valideynlərin ən çox... Bir dəqiqə üstə. Yəni, valideynlərin ən çox etdiyi səhvlərdən biri nədir? İkili tərbiyədir. Nənə, baba, xala, əmi, dayı, hərə öz rolunda olması kifayətdir. Valideyn rolunu yüklənmələri, uşağın gələcəyi haqqında hər hansı qərar qəbul etməsi doğru deyil. Bu, ən çox hansı hallarda baş verir? Nənə, baba əgər ailə üzvlərindən bir yerdə, ana-nənə bir yerdə yaşayırsa və yaxud da ki, ailədə əmi də varsa, dayı da varsa, xala, bibi də varsa, uşağın tərbiyəsində qarışırlar.
məsəl üçün, ana deyir olar, nənə deyir yox, ana deyir olmaz, nənə deyir olar. Və yaxud da ki, ana deyir ki, sonra edərik, baba deyir ki, hə, gəl biz bir yerdə eləyək. Və yaxud da parka gedək, nə bilim, dondurma yeyək. İkili tərbiyə budur. Bir tərəf hə deyir, bir tərəf yox deyir. İkili tərbiyənin nəticəsi nədir? Davranış pozuntuları. Mənim 2 dənə pasiyentim olub ki, davranış pozuntuları ilə bağlı müraciətdir və uşağın davranış pozuntularının yaranma səbəbi ailədə ikili tərbiyənin olmasıdır. Çünki uşaq özünə sərf edən tərəfə keçir. Tutaq ki, ana deyir ki, hələ havalar soyuqdur, dondurma yeməyək, birazdan bir neçə gündən sonra dondurma alaram, yeyərsən. Yox dedi. Sonra gedir nənə yanına, ay nənə, mən dondurma istəyirəm, ya gəlib də özü, niyə mənə dondurma almırsınız? Hə, ağılı balam, gəl, mənə düşək həyətə, alım sənə dondurma, vəssalam. Bu artıq ikili tərbiyyədir, bu artıq uşaq keçir nənənin tərəfinə, anaya başlayır artıq aqressiya yaranmağa, anaya qarşı artıq münaqişələr başlayır, anayla artıq ona qarşı itaətkarsızlıq başlayır ki, artıq mənim nənəm var da, mən nə istəsəm eləyəcək, nə desəm razı olacaq. Yəni, bu davranış pozuntularının təməlini qoyur ikili tərbiyə. Hətta burada bəzən ikili tərbiyədə yaşanan fikir ayrılığı nənə baba ilə bağlı olmur, ər-arvadla bağlı olur. Ana deyir olar, ata deyir olmaz. Ata deyir hə, ana deyir yox. Yəni, belə olanda bütün qərarlar hər iki valideynin iştirakına verilməlidir və necə iştirakına verilməlidir? Uşağa nəyəsə hə, nəyəsə yox demək lazımdırsa, icazə vermək məsələsi olsun, seçim etmək məsələsi olsun, nəyəsə bağlı qərar verilməlidirsə, uşağa bunu bildirmədən öncə ər-arvad öz arasında bunu müzakirə etməlidirlər, bir ortaq fikrə gəlməlidirlər, bir ortaq qərara gəlməlidirlər və son nəticəni, son bir kəlməni ya hə, ya yox, ya olar, ya olmaz, bunu birlikdə bir cavab qərarlaşdırıb uşağa deməlidirlər. Yoxsa uşağın yanında biri özünü şirin satsın. Bir pasiyentim var idi, valideyn ana gəlirdi, şikayət edirdi mənə ki, Könül xanım, atası uşaqların yanında özünü pis eləməmək üçün mən nə deyirəm ki, olmaz, mən nəyə qadağan edirəmsə, atası ona icazə verir. Oğlan uşaqlar, mən deyirəm ki, axşam saat 9-dan gec evə gəlməyim. Atası deyir ki, əşi, böyük uşaqlarda da qoy kesin eyb yox. Həyətdə çox uzaqda olmayın, eyb yox, saat 11-də gələrsiniz. Və ata özünü şirin satır. Ata özünün uşaqlarını özünü sevdirməyə, bu yolla sevdirməyə çalışır. Çox yanlış bir yoldur. Sən niyə ananı pis vəziyyətə qoyursan ki, özünü sevdirmək üçün? Bu nə dərəcə doğru ola bilər? Yəni, ona görə də əks halda tərəfkar valideynə qarşı aqressiv münasibət formalaşacaq, emosional soyuqluq yaranacaq, o valideynlə həmişə etinasızlıq olacaq, hörmətdə qüsuru olacaq, hörmətsizliklər eləyəcək o valideynə qarşı, buna yox deyən, olmaz deyən valideynə qarşı. Yəni, belə şeylər qətiyyən yol verilməzdir. Ona görə əziz valideynlər, məni dinləyən valideynlər olsun, nənə, baba, xala, bibi, əmi, dayı, kim olur olsun, tərbiyəni verən ana atadır. Uşağın tərbiyəsindən məsuliyyət daşıyan ana atadır, nənə, baba deyil. Siz artıq öz övladınızı böyütürsünüz. Siz artıq nəvənizi sadəcə sevə bilərsiniz, əzizləyə bilərsiniz, qoruya bilərsiniz, müəyyən nəsihətlər verə bilərsiniz. Amma uşağın tərbiyəsi ilə məsul olan şəxs valideyn, ana atadır. Əgər ana ata nəyisə icazə vermirsə, bəzi babalar var, çox təəssüflər olsun. Ata öz atasına söz keçirə bilmir də, böyüyüdür. Nətər desin ki, ay ata, imkan ver uşağımı mən özüm böyüdüm. Yəni, baba artıq müdaxilə edir, tərbiyə üsulu, valideynin tərbiyə üsuluna qarışır. Yoxsa sən nə bilirsən uşaq böyütmək nədir? Belə uşaq böyüdərlər. Yəni, hər necədir də, yəni bunun bacardığı budur. Bu belə eləyir. Yəni, baba artıq öz yerini bilməlidir. Ona böyükdür deyənə hörmət göstərilir, ona hörmətsizlik olmasın deyə sözün üstünə söz qoyulmur. Yəni, o səhv tutulmur ki, yox, ata, sən düz eləmirsən. Amma ata da öz böyüklüyünü bilməlidir də ki, yəni, mən babayam artıq. Uşağın öz atası var, o cavabdeh odur.
Yəni belə bir ailə münaqişələri həqiqətən mənim seanslarımda olub. Və nəticədə də bağışlayın sözünüzü kəsirəm və nəticədə də bilirsiniz nə olur? Uşaq nəsə səhv eləyəndə ataya, anaya deyilir ki, nənə baba tərəfindən siz düzgün uşaq etməmisiniz. Bəli. Baba deyir, onlar məsələn mən öz evimdən misal göstərirəm ki, bacım uşağına deyir ki, Aydın olmaz. Aydın gedir, yəni uşaq gedir babaya şikayət edir ki, anasını. Ana mənə dedi olmaz. Baba da deyir ki, dəyməyin onun xətrinə. Sonra həmin uşaq bir dənə səhv eləyəndə gedir bacımın üstünə ki, sən uşağa düzgün tərbiyə vermirsən. Halbuki ananın verdiyi tərbiyəni baba pozur. Bəli. Çox razıyam. Mən də seanslarımda müşahidə eləmişəm. Baba ilə bağlı şikayət olub. Mən gəlin uşağın anası gəlib qaynatasından şikayət edib ki, bəs uşağımın belə mənfi təsir göstərən babadır. Mən demişəm ki, uşağın atasını çağırın. Mən onunla danışım, gitsin atası ilə danışsın ki, sadəcə uşağın psixologiyasına mənfi təsir göstərirsən. Psixoloqun burada 1 saat işləməyi əhəmiyyətsizdir. Əgər evdə gedir 23 saat həmin baba ilə bir evdə yaşayır, həmin baba söyən idi, çox uşaqla kobud rəftar edən idi. Uşağın artıq psixologiyasını pozurdu da, mənfi təsir göstərirdi. Anası da deyir ki, mən o evdə gəlinəm də, mən o qaynatamla necə üz-üzə gəlim ki, deyim ki, ay insan, söymə, uşağı pis təsir edirsən, qışqırma, uşağı qorxudursan, uşağı itəliyir, vurur, çox kobud belə babaydı da. Deyirəm, yoldaşımı çağır, mən yoldaşımı başa salım, geçsin atası ilə danışsın. Ya da atası düzəlmirsə, özünü yığışdırmırsa, böyük kimi özünü aparmır da, böyük olduğunu dərk eləmir ki, mən artıq bu evin ağsaqqalıyım, özünü ağsaqqal kimi apara bilmir. Çıxın o evdən, çıxın kiraya çıxın, onlarla yaşamaq məcburiyyət, uşağın psixologiyasını pozmaq baxasına onlarla yaşamaq məcburiyyətində deyilsiniz. Yəni insan ağır deyil də, yapışmayıb axı torpağa, sən yerini dəyişə bilərsən də. Və bu məsələ sadəcə valideyn, nənə baba arasında da olmur. Bəzən müəllim valideyn arasında olur bu ikili tərbiyə məsələsi. Məsələn bizdə bəli fikir ayrılığı. Məsələn bizdə elədir ki, biz uşaqlara zəhmət olmasa bəli, xeyir danışmağı və parta arxasında düzgün oturmağı öyrədirik. Təbii ki, dərs müddətində. Yəni 4-5 yaşında uşağı mən nə qədər şagird kimi otuzdura bilərəm ki. Amma dərs müddətində uşağı biz aşılayırıq ki, düzgün oturmaq lazımdır. Zəhmət olmasa bəli, xeyirlə danışmaq lazımdır. Valideyn mənə səs atıbdı ki, mənim uşağım dərs prosesində rahat olursun. O uşağın o yaşı deyil ki, şagird kimi otursun, uşağımı Sovet rejimi ilə böyütmürəm mən, elə-belə. Mən valideyni izah edə bilmirəm ki, sabah biri gün məktəbdə uşaq parta arxasında oturmayanda, siz gəlib mənə deyəcəksiniz ki, sən mənim uşağımı öyrətməmisən düzgün qaydanı ki, parta arxasında necə oturmaq lazımdır. Bu valideyn müəllim arasında da yaşanır, çox təəssüf ki. Çox təəssüf, bəli. O valideyn demək lazımdır ki, buranın sistemi bəyənmirsən, apar Finlandiya sistemi ilə oxusun uşağı. Ona da gücü çatmır. Ona görə də yaşadığı mühitə uyğunlaşmağı bacarmalıdır. Ümumiyyətlə, valideynlərin müəllimlə əvvəllər necə idi? Müəllim nə deyirdisə, müəllim düz idi. Valideyn müəllimlə həm dil olurdu da, həm fikir olurdu. Amma indi uşaq gəlir evdə nəsə deyəndə valideyn müəllimin üstünə hücum çəkir. Ki, sən niyə belə elədin, uşağa niyə belə dedin, niyə belə oldu və s. Çox təəssüflər olsun. Yəni dəyişib. Həddindən artıq nəzarət, helikopter valideynlik. Bu da çox yaxşı bir şeydir. Uşağın özgüvənini məhv edir. Uşağın hər addımını izləmək, qərarlarını mütləq şəkildə idarə etmək yaxşıdır deyə düşünülür. Hər addımını izləmək yaxşıdır, amma bunu uşağın xəbəri olmadan, uşaq bilmədən etmək düzgündür. Yoxsa ki, uşağın zəhrəsini tökərək, tez-tez mən zəng elə, konum at, mən nə vaxt yazdım, mənə cavab verməlisən və s. Bu şəkildə yox. Həddindən artıq nəzarət uşağın müstəqilliyini azaldır, özünə inamını, özünü idarə etmə, problem həll etmə bacarığını zəiflədir.
gələcəkdə necə bir yetimə çevriləcək? Qərarsız, başqalarına asılı insana çevriləcək. Yəni hər addımını izləmək düzgün. Yeniyetmə dövründə hardadır, kimlərlədir, nə edir və s. bunları valideyn bilməlidir. Amma əgər izləyəcəksənsə, bunu uşağa hiss etdirmədən, bildirmədən izləmək lazımdır. Telefona müəyyən proqramlar yükləyə bilərsən, elə o vasitə ilə izləyə bilərsən və yaxud da ki, dost çevrəsini araşdıra bilərsən ki, məsələn, kimlərlə dostluq eləyirsin, yoldaşlarınla mı, qonşularınla mı, başqa məhlədənmi, yəni və s. Yəni, uşağa bunu çox hiss etdirmək düzgün deyil. O, sabahları özünü idarə etməkdə çətinlik çəkəcək. Çünki həmişə hiss edib, valideynlərin kölgəsini hiss edibdir. Sonra gələcəkdə artıq ana-ata dünyadan köçəndə və yaxud da ki, yanında olmayanda, tutaq ki, gedir xaricdə oxuyur. Artıq ana-ata yanında yoxdur, ona nəzarət edən yoxdur, özünü itirəcək uşaq. Yəni, özünü idarə edə bilməyəcək. Yəni, bu vaxta kimi axı anam-ata mənə nəzarət edirdi, məni izləyirdi, gözləri mənim üstümdəydi də, amma indi yoxdur, mən indi neyim, nətər eləyim. Və yaxud da ki, nəsə bir səhv yol görəndə ora tez meylənəcək. Bu vaxta kimi nəzarət var idi, qadağa var idi. Uşaq bilirdi ki, onu izləyirlər, eləmirdi. Artıq nəzarət yoxdur. O deyir ki, şiri elə bir qəfəsdən buraxırsan. Bax, o vəziyyətə düşəcək. Yəni, ona görə həddindən artıq nəzarət helikopter valideynlikdə daha çox mənfi nəticələri olur, nəinki müsbət nəticələri. Qardaşın səndən böyükdür, bacı səndən balacadır, o oğlandır, sən qızsan, belə şeylər, belə yanaşmalar qətiyyən düzgün deyil, münasibətləri pozur, müqayisə başlayır, qısqancılıq, sevgi, diqqət əksikliyi başlayır, mənfi duyğular yaşamağa başlayır uşaqlar. Ona görə valideynlərə tapşırırıq, əziz valideynlər, bu ifadələri işlətməyin. O səndən böyükdür, bu səndən balacadır, o qardaşındır, bu bacındır. Yəni, belə şeylər düzgün deyil. Uşaqlar əgər birinci növbədə, uşaqlar evdə dalaşırsa, birinci növbədə müdaxilə etmirik. Uşaqların bir-birinə xəsarət yetirmədiyi müddətcə, bir-birinə zərər ziyan vermədiyi müddətcə dalaşmağı da yaxşıdır. Bəzi valideynlər qətiyyən qoymur, icazə vermir uşaqlar dalaşsın. Niyə? Qoy dalaşsın. Dalaşanda nə öyrənə bilər uşaq? Özünü müdafiə etməyi, öz fikrin üstündə durmağı, qarşı çıxmağı, yox deməyi bacarır. Yəni, özünü müdafiə edir, əsas odur, həm sözlü şəkildə, həm fiziki şəkildə. Biraz dalaşsınlar. Yenə də deyirəm, müəyyən çərçivə daxilində də qarşısındakına zərər vermədən, xətər yetirmədən, incitmədən müəyyən dərəcədə dalaşmaqları yaxşıdır. Sabahları onsuz da cəmiyyətdə dalaşmayacaqmı? Mübahisəli bir vəziyyətə düşməyəcəkmi? Əgər evdə uşaq bunu öyrənmirsə, cəmiyyətdə necə bunu tətbiq edəcək? Ona görə bəzən lazımdır. Amma belə bir şey deyim də, gördünüz ki, artıq dava-dalaş daha da böyüdür, bir-birinə xətər yetirir, bir-birini incidir. Müdaxilə edəndə də diqqətli müdaxilə edirik. Hakim rolunda olmuruq. Ki, hə, sən düz elədin, sən səhv elədin, sən birini danlayasan, birini cəzalandırasan, birinə deyəsən ki, hə, eyb yox, mən onun payını verdim. Bu düzgün deyil. Uşaqları ayrı-ayrılıqda, bir-birinin yanında yox, başqa bir otaqda mübahisə nədirsə, onu soruşuruq, araşdırırıq, ondan sonra öz nəsiyyətimiz varsa veririk ki, bunu burada belə etsəydin daha yaxşı olardı. Sən burada düşünürsənmi ki, bunu burada səhv dedin? Yəni, müəyyən bir öz uşağın yaşına, inkişaf səviyyəsinə uyğun uşağı başa salırıq. Yəni, uşaqları bir-birinin yanında danlamaq düzgün deyil, sən səhvsən, sən düzsən, hakim rolunda olmaq, hər ikisini danlaya bilərsiniz və yaxud da hər ikisini səhv verə bilərsiniz, amma ayrılıqda bu daha yaxşıdır. Yəni, mən bir dənə pasiyentim var idi, uşaq artıq o qədər həssas olmuşdu ki, mən birini inirəmsə, qardaşım birini inirsə, mamam deyir ki, o balacadır da, deyir, eybi yox, sən böyüksən. O balacadır da, o eybi yox, sən böyüksən. Mən deyir, böyük olmaq istəmirəm, deyir. Elə mən böyüyəm deyənə o hər şey eləyə bilər. O qədər demişdi ana ki, yəni o balacadır, qardaşım balacadır, qardaşım balacadır. Uşaq artıq böyük olmağa nifrət edir, böyümək istəmirdi ki. Yəni, niyə o balaca dediyin, niyə hər şey eləyə bilər?
Ona görə Ya da tam tərsi olur. Valideyn deyir ki, sən böyüksən, balacaya deyir ki, bacın böyüdür və ya qardaşın böyüdür. Başlayır böyük olan uşaq balaca olan uşağın üstündə hakimiyyət qurmağa. Bəli, yəni Dediklərini elətdirməyə. Sonra da valideyn qalır ki, bu uşaqlar niyə belə oldular? Bəli, bacı-qardaş qısqanclığıdır, bacı-qardaş yola getməməyidir. Məsələn, mən bir pasiyentim vardı, cəmi bacı-qardaşdır, bir bacı, bir qardaşdılar, amma evdə yad kimidirlər, münasibətlər tamamilə soyuqdur. Uşaq vaxtı o qədər dalaşıblar ki, ana, ata da düzgün yanaşmayıb onlar dalaşanda və onların arasında artıq ədavət kimi bu böyüyübdür. Artıq bir-biri ilə mehribançılığı yoxdur bacı-qardaşın. Yəni, hətta bu səviyyəyə belə gəlib çıxa bilir. Qayda sənə aiddir. Ailə içində qoyulan hər hansı bir qayda valideynin özləri tərəfindən əməl olunmursa, uşaq əməl etməyəcək. Çünki qorxu aradan qalxandan sonra disiplin də aradan qalxmış olur. Bax, gözəl bir söz deyim, hamımız yadımızda saxlayaq. Qorxu ilə böyüdülən uşaq böyüyəndə sənə nifrət eləyəcək. Sevgi ilə böyüyən uşaq böyüyəndə sənə hörmət edəcək. Bunu unutmayaq. Ona görə uşaqları qorxu ilə böyütmək düzgün deyil. Qorxudaraq, həmişə qorxu ilə uşaq məndən çəkinsin, qorxsun, mən atayam, qoy zəhimli olum, ya da ki, mən anayam, sonra bacarmayacam, indidən qorxsun. Qorxu ilə böyütmək qətiyyən düzgündür. Müəyyən yaşa qədər, o özünü güclü hiss edənə qədər və yaxud da öz ayaqlarının üzərində durana qədər onu qorxuda bilərsən. Ondan o tərəfə artıq səndən qorxmayacaq. Bu vaxta kimi də qorxduğuna görə sənə boyun əyilirsə, itaət edirsə, tələbləri, təlimatları yerinə yetirirsə, qorxu bitəndən sonra artıq xüsusən saniyə üçün qurtardılar. Ondan sonra necə idarə edəcəksən? Məsələn, qorxudan valideynlərdir, buran valideynlərdən həmişə bunu deyirəm. O güclü olana qədər, öz ayağı üzərində durana qədər sənə itaət edəcək və sonra ona necə münasibət qurarsan, bu vaxta kimi qorxu ilə ya da vurmaqla idarə eləmisənsə. Yəni, bu düzgün deyil. Gözəl bir söz var, deyir ki, əgər sən uşağın gözün qabağında Coca-Cola içirsənsə, siqaret çəkirsənsə, sən uşaqla belə şeylər qadağan qoya bilməzsən ki, Coca-Cola ziyandır, içmə, siqaret qətiyyən çəkdiyini görməyim. Əgər uşaq səndə bunu görürsə, sən onu deməyin gülməlidir, absurddur. Yəni, birinci növ, qayda hamıya aiddir. Evdə, məsələn, bax, davranış pozuntusu olan pasiyentlərimə həmişə bu texnikanı tətbiq edirəm. Evdə ev qaydaları olmalıdır. Qonaq otağında qonaq otağına aid qayda, yataq otağında, mətbəxdə. Məsələn, stəkanı su içdinsə, stəkanı stolun üstündən qoyub qaçmamalısan. Yumasan belə, ünvaniyyətin içinə qoymalısan. Bu qonaq otağına üçün qaydadır. Və yaxud da ki, qonaq otağında, oyuncaqların qonaq otağında qalırsa, oynayandan sonra mütləq yerinə yıkmalısın. Oyuncaqların dağınıq qalmamalıdır. Bu qonaq otağı üçün qaydadır. Yəni, davranış pozuntuları olan uşaqların davranışdan korreksiya etmək məqsədi ilə ev qaydaları veririk. Çünki həm də bu ailə dəyərlərinin formalaşması, möhkəmlənməsi üçün də yaxşı bir şeydir. Amma bir şey var ki, evdə hansı qayda qoyulursa qoyulsun, mütləq şəkildə valideyn özü də o qaydalara əməl etməlidir. Ata içsin, elə içdiyi yerdə də stəkan qalsın, sonra da uşağına desin ki, ay, yekə oğlansan, sən yeməyi verdin, tarikalı götürdü, heç olmasa. Sənin anan sənin qulluqcundur. Bu da qayıt deməz ki, sən də çay içmirsən, qabağında qalır stəkan. Yəni, ona görə evdə nəsə bir qayda qoyursunuzsa, birinci növbədə valideyn də ona əməl eləməlidir. İndi bəylərimiz varsa təlimdə indi qıcıqlana bilərlər ki, mən də stəkanımı özüm qoymuram, qoyurlar qabağıma çayımı, çörəyimi, sonra götürürlər. Bunlar Şah Abbasın nəvələridir də, bunlar öyrəşiblər ki, belə olmalıdır, qayda belə olmalıdır, əslində belə olmalı deyil. Neyse, o da tamam başqa bir mövzudur. Uşaq öz işini gördüyü üçün mükafatlandırılmamalıdır. Əks halda şuraltısına yedirilmiş təriflər sayəsində gələcəkdə rüşvətxor, satqın və yaxud da satın alır da hər şeyi. Bu nə deməkdir? Tutaq ki, uşaq dişlərini yudu, alqışlayaq, afərin, mənim oğlum dişlərini yudu. Bunu yumalıdır da. Uşaq hər gün dişini yumalıdır. Uşaq yerini yığdı, afərin, alqışlayırıq, təriflər yağdırırıq, uşaq yerini yığdı, görsən necə ağıldır, yerini yığır. Yığmalıdır da. Buna görə sözlü mükafata, tərifə, alqışa ehtiyac yoxdur, düzgün deyil.
Yoxsa sabahları böyüyəndə rüşvətxor olacaq. Bir iş gördüsə, kiməsə nəsə bir şey elədisə, dolyasını gözləyəcək. Gətirən qonuna bax, mən falan şey eləmişəm sənin üçün, hanı qarşılığı, hanı nəsə bir yaxşılıq edirsə, onun qarşılığını gözləyəcək. Mən sənə yaxşılıq eləmişdim və sən niyə mən işini eləmədin? Bundan sonra görərsən, mən səni nəsə eləyərəm. Çünki nəsə eləyib uşaqlıqda hər elədiyi şeyə görə alqış alır, tərif alır. Yəni, özünə xidmət bacarıqlarına görə uşaq mükafatlandırılmamalıdır. Saçını darıdı, afərin. Nə bilim, qapısını sildi, afərin. Bunları etməlidir də. Yəni, doğru bilinən yanlışlardan mən ən vaciblərini, ən valideynlərin daha çox etdiyi şeyləri seçib deyirəm. İndi, məsəl üçün, bu mövzu adını görəndə bəlkə kiməsə də maraqsız gələ bilər, mənasız gələ bilər ki, onsuz da mən bilmirəm ki, nə edirəm, uşaqlı necə tərbiyə verirəm, mən bilmirəm ki, nə desəm düzgün olar, nə desəm səhv olar. Bilmirsən, məsələn, həqiqətən belə valideynlər var. Adi bir şey, uşaq tutaq ki, bu vaxta kimi o qablar olur, ağzında soska kimi ondan içir, sonra artıq təzə-təzə istəkana keçib, istəkanda su içir. Tutaq ki, 2 yaşı var. Uşaq istəkanda su içəndə, afərin, uşağım istəkanda su içdi. İçdi də, yəni bu istəkanda normal su içir də uşaq. Yəni, bu uşağı niyə görə belə bozuruq da, yəni biz? Sözlü mükafatlar deyiləndə də, baxın, uşağa tərif deyəndə uşağın şəxsiyyətini yox, davranışını tərifləmək lazımdır. Nə gözəl çəkmirsən, nə gözəl rənglərdən istifadə eləmirsən, necə səliqəli eləmirsən. Yəni, uşağın davranışını tərifləmək lazımdır. Şəxsiyyətini təriflədikcə egosu şişir. Yəni, buna diqqət eləyək. Mümkündür. Valideynlər düşünür ki, sərt davranış uşağı daha yaxşı tərbiyə edəcək. Bu düşüncə daha çox atalarda olur. Çox sərtlik uşağın emosional problemlər yaşamasına, qorxu, itaətsizlik arasında qalmasına səbəb olur. Valideyn fikirləşir ki, qaydalar yoxdursa, uşaq özünü idarə etməkdə çətinlik çəkə bilər. Çox sərt qaydalar uşaqda üsyan hissini, taysizliyi artırır. Nəzarət və sevgi balanslı olmalıdır. Mən demirəm ki, məsəl üçün, uşağa qaydalar qoymayaq və yaxud da ki, ümumiyyətlə, əgər evdə qayda olmasa, uşaq öz sərhədlərini tanımaz, öz sərhədlərini təyin edə bilməz, qarşısındakının sərhədlərinə hörmət edə bilməz, qarşısındakının sərhədləri hara qədərdə onu başa düşə bilməz. Qayda, evdə qoyulan qayda qanun birinci növbədə sərhədləri müəyyənləşdirir. Uşaqların o sərhədləri tanımasına, anlamasına öyrədir. Məsəl üçün, bu qayda belədir, bunu ona görə belə edirik ki, tutaq ki, stəkanı ona görə biz içəndən sonra aparıb ünvanlikə qoymalıyıq ki, bu artıq kirli stəkandır və kirli stəkanı kimsə götürüb təzədən istifadə etməməlidir. Bu artıq bilinməlidir ki, bu kirli stəkan ünvanlikin içindədir. Bu həm sənin sərhədləri qoyur, həm də qarşındakının sərhədlərini qorumaqda, düzdürmü? Yəni, bu nəzarətdir, bu qayda qanundur, bütün bunlar hamısı balanslı, sevgi ilə balanslı şəkildə olmalıdır ki, uşağa təzyiq formasında yaşadılmasın. Bəzi valideynlər düşünür ki, uşaq böyüyəndə hər şeyi öyrənəcək. Cinsi tərbiyə haqqında danışmaq utanc verici lazımsızdır. Mən bir dəfə sosial şəbəkədə belə bir şey yazmışdım və bəziləri tərəfindən düzgün qəbul edilməmişdim. Yazmışdım ki, biz cinsi tərbiyə almayan cəmiyyətik. Yəni, həqiqətən də, yəni, boynumuza alaq da, məsələn, mən 91-ci il təvəllüdəm, mənə nə valideynlərim, nə də ki, məktəbdə müəllimlərim cinsi tərbiyə verməyib. Çox bu utanc vericidir, çox bu, məsəl üçün, fikirləşirdilər ki, özü uşaq böyüyərək öyrənəcək, mən ona nə cinsi tərbiyə verim, bu mövzuda mən ona nə danışam. Məsələn, bizim dövrümüzdə heç, məsələn, analarımız bizə menstruasiya haqqında danışmırdılar. Biz menstruasiya yaşayandan sonra bilirdik ki, bu nə olan şeydir. Amma halbuki uşağa buna qabaqcadan məlumat verilə bilər, bunu başa salına bilər ki, bu onu yaşayanda şok keçirməsin, qorxu yaşamasın, bunu ölüm kimi, mən də indi qan axmadı, mən öləcəm kimi qəbul etməsin və s. travma kimi o algılamasın. Yəni, bu cinsi tərbiyə mövzusu çox qapalıdır bizim cəmiyyətdə. Çox təəssüflər olsun. Məsəl üçün, yeniyetməlilər üçün hələ də, məsəl üçün, yeniyetmə
özündə hər hansı bir sual onu narahat edirsə, o bunu açıq şəkildə valideynlərlə danışa bilmir. Çünki o şərait yoxdur, o mühit yaradılmır ailədə, valideyn-övlad münasibətlərində. Çox təəssüflər olsun. Cinsi tərbiyə uşaqların sağlam, düzgün münasibət anlayışı formalaşdırması üçün vacibdir. Valideynlər yaşına uyğun şəkildə məlumat verməlidir, uşağın suallarını cavablandırmalıdır. Yeniyetməni hər hansı bir sual narahat edirsə, valideyn əvvəlcə bu mövzu haqqında uşağın nə qədər informasiya, məlumata sahib olduğunu öyrənmək məqsədilə kiçik bir-iki sual verə bilər. Ondan sonra yeniyetməni narahat edən nədirsə, həmin o çərçivə daxilində sualı cavablandırması kifayətdir. Geniş şəkildə izahata ehtiyac yoxdur. Övladın fikirlərinə, narahatlıqlarına əhəmiyyət verilmədikdə, uşaq öz fikirlərinin, hisslərinin əhəmiyyetsiz olduğunu düşünə bilər. Bu da onun özünü ifadə etmə bacarığını zəiflədə bilər. Hər şeyi içinə atacaq, sonra bölüşməyəcək. Və yaxud da ki, valideynlərlə bölüşməyi lüzum görməyəcək, başqalarla bölüşəcək. İndi o başqalar da Allah bilir, onu necə istiqamətləndirəcək, necə başa salacaq. Ya da ki, tanıdığı insanlara belə valideynlə danışa bilmədiyi üçün başqa tanıdığı insanlarla da bölüşə bilmir. İnternetdə tanımadığı birindən ağıl almaq, fikir almaq istəyir. O da tanımadığı biri də onu sabahına görə şantaj edərmi, necə yol göstərər, Allah bilir. Və yaxud da ki, yaşına uyğun olmayan kitablara, saytlara müraciət edə bilər, öz beynində olan suala aydınlıq gətirmək üçün. Ona görə valideynlər cinsi tərbiyə mövzusundan qaçmamalıdır. Burada utandırıcı, burada tərbiyəsiz. Məsələn, bəzi valideynlər var, uşaq cinsi tərbiyə ilə bağlı soruşanda, uşaq tənqid edirlər, ağzına çıxan deyirlər. Sən nə tez böyüdün, sən nə tez qudurdun, sən bu nə sözlər danışırsan, bu sual verirsən, belə şeylər sən niyə fikirləşirsən? Yəni, bu cür yanaşmaq qətiyyən düzgün deyil. Yeniyetməni bəzən elə suallar düşünə bilər, narahat edə bilər ki, o elə suallarına cavab tapmadıqca yuxu pozuntuları yaşaya bilər, OKP yarana bilər, sarışın düşüncələr, onun beynində o qədər çərçövrə eləyə bilər ki, o qədər takıntı halına sala bilər ki, nə var ki, bunu qarşısına qoyub bu barədə danışmaq o qədər çətindir. Yəni, valideynlər özünü hazırlamalıdır bu prosesə ki, mənim uşağım artıq böyüyür, yeniyetməni 4 nəfərdən qoyur. Bunun həm bədənində, həm fizioloji, həm də psixoloji dəyişikliklər baş verəcək. Mən müəyyən suallarla qarşılaşa bilərəm. O suallara cavab verməyə hazır olmalıyam. Yəni, valideynlər buna hazır olmalıdır. Yəni, bu doğru bilinən yanlışlardan bunu da xüsusi qeyd eləmək üçün cinsi tərbiyə mövzusuna xüsusi tutulmaq istədim. Çünki həqiqətən bizim dövrümüzdə biologiya dərsində o cinsi üzvlər haqqında ümumiyyətlə danışılmırdı. Həmin şəkillər tez çevrilirdi ki, birdən görərik. Bu heç qətiyyən doğru bir şey deyil. Yeniyetmə öz bədəninə hakim olmalıdır, tanımalıdır. Çünki yeniyetmələrdə bəzən bu kompleks olur. Öz bədənində baş verən dəyişiklikləri qəbul etməkdə, adaptasiya olmaqda, uyğunlaşmaqda çətinlik çəkirlər. Məsələn, oğlanlarda səsi qalınlaşır. Bəzən elə oğlan var ki, bunu ona xoş gəlmir, yaxşı təsir eləmir. Və yaxud da ki, qızlar döşləri çıxır, görür və yaxud da ki, sinif yoldaşlarına baxır, görür ki, sinif yoldaşlarının artıq döşləri böyüyür, amma bunun döşləri böyümür. Bunu kompleks eləyir. Və yaxud da ki, əksinə, bunda daha çox böyüyür, bunu kompleks eləyir. Gəlir evdə valideynlə də danışmağa qorxur, çəkinir, utanır. Yəni, normal şəkildə bunu valideyndən soruşsa, valideyn də bunu normal şəkildə izah edə bilər. Əgər cinsi tərbiyə mövzusunda açıq danışmağa çəkinirsinizsə, utanırsınızsa, uşaqla sıxılırsınızsa, kitablardan, şəkillərdən, internetdən kömək ala bilərsiniz. Məsələn, tutaq ki, qız gəlir deyir ki, mama, mənim sinif yoldaşlarımın döşü az böyüyüb, mən də çox böyüyüb və yaxud da əksinə. O zaman siz biologiya kitabı, anatomiya kitabını açıb o insan fiziologiyasını onun qarşısına qoya bilərsiniz və normal şəkildə izah edə bilərsiniz. Hər bir fərd individualdır, hər bir fərdin inkişafı da özünə məxsusdur, inkişaf tempi özünə məxsusdur. Yəni, orqanizmdə hər kəsdə eyni deyil, hər kəsdə eyni ölçü olmalıdır deyə bir şey yoxdur. Yəni, bax, bunu şəkillərlə də göstərmək olar, bax, belə olur, belə olmalıdır və s. Yəni, şəkillərdən, kitablardan dəstək ala bilərsiniz, əgər özünüz tam fikrinizi rahat ifadə edə bilmirsinizsə.
Yəni bu cinsi tərbiyə mövzusu çox həssas mövzudur. Valideynlərin əksəriyyəti bu mövzudan qaçırlar. Uşaq nəsə soruşmaq istəyir, araya söz qatırlar. Sonra danışaraq, ya da görürsən evdə işin var, sonra gələrsən görüm nə istəyirsən, nə deyirsən. Halbuki artıq uşaq sualını verib, sadəcə valideyn sualdan qaçır. Və yaxud da ki, uşağı tənqid edir, təhqir edir, aşağılayır. Bu nə danışıqdan bayaq dediyim kimi, bu da düzgün deyil. Yəni uşaqla normal şəkildə onu dinləmək, nəyə görə narahat olduğunu anlamaq və sualını ona lazım olan qədərini izah etmək lazımdır. Ailə mühitində harmoniya yaratmaq üçün ataların göstərdiyi dəstək həm ana-övlad münasibətinə, həm də ailə dəyərlərinə müsbət təsir göstərir. Burada ataların edə biləcəyi əsas addımları izah eləmişəm. Birinci növbədə müştərək məsuliyyəti qəbul etmək lazımdır. Hər şeyi ananın üstünə yıxmaq lazım deyil. Bəzi atalar var, deyir ki, mənim işim evi təmin eləməkdir, ehtiyaclarınızı ödəməkdir. Atanın işi budur da, yəni mən evi saxlayıram, sizi əyin başınıza alıram, sizi ac saxlamıram. Bəs ata nə üçün? Bunun üçündür. Xeyr, təkcə bunun üçün deyil. Uşağın tərbiyəsindən kim məşğul olmalıdır? Ana məşğul olmalıdır da. Xeyr, ata da məşğul olmalıdır. Yəni, müştərək məsuliyyət qəbul edilməlidir. Yəni, baxın, uşaq ata sevgisi yetərincə almayanda, fərq yoxdur qız uşağı, oğlan uşağı, düzdür, qız uşaqlar daha həssasdır bu mövzuda. Amma fərq yoxdur qız uşağı, oğlan uşağı. Ata sevgisi yetərincə almayanda uşaq özgüvəni formalaşa bilmir, özgüvənsiz uşaq olur, bu bir. İkincisi də ki, ata sevgisi, diqqəti, ata qayğısı görməyən uşaqlar üçün dünya təhlükəli bir yerə çevrilir. Uşaq təhlükəsizlik hissini itirir. Mənim 2-3 pasiyentim olub bu mövzuda, imенно bu mövzuda. Biri var idi, deməli, ata gedib Moskvada, Rusiyada işləyir. Atanın ər-arvad münasibəti çox yaxşıdır, hər şey qaydasındadır. Atanın uşaqlarla da münasibəti əslində yaxşı. Pis ata deyil, yaxşı atadır. Yəni ki, pis demək üçün bir səbəb yoxdur. Sadəcə nədir problem? Ata öz atasından sevgi görməyib deyənə, indi öz uşaqlarına da soyuqdur. Yəni, mənəvi cəhətdən o sevgini ötürə bilmir. Yəni, gedib Rusiyada işləyir, evdə deyil, heç uşaqlarla da danışmır, ünsiyyətdə olmur. Anası da maraqlanır ki, uşaqların dinlərinə ehtiyacları var, nə problemləri var, maraqlanır. Uşaq da yenə deyirəm. Sadəcə olaraq ata-övlad münasibəti yoxdur. Çünki öz atasından sevgi görməyib deyənə, uşaqlarla münasibət, necə düzgün münasibət qurmaq lazım olduğunu bilmir. Və o uşaqda hansı psixoloji problemlər yaranmışdır? Uşaq mənə pasiyentimdir. Uşaqda qorxu yaranmışdır. Uşaq qorxulu yuxular görürdü, yuxuda qışqırırdı. Bütün bunlar nəyə görə yaranır? Çünki ata sevgisini, qayğısını, diqqətini, o dəstəyi görünür deyənə, o təhlükəsizlik hissini artıq itirir. Dünya, insanlar onun üçün artıq təhlükəli bir hala gəlir çıxır. Yəni, biz bilirik ki, uşağın təhlükəsizlik hissini itirməsi onun emosional vəziyyətinə mənfi təsir göstərir. Ona görə mən birinci növbədə o pasiyentimin anasına tapşırdım ki, yəni yoldaşlığı sizi buna təmin edə bilər, sizinlə yaxşı olub, münasibət ola bilər. Mütləq şəkildə uşaqlarla danışsın, zəng eləsin, uşaqla danışsın. Yəni, o demək deyil ki, qışqırsın ki, ay uşağım, ay övladım, mən səni sevirəm, sən mənim üçün dəyərlisən, əzizsən. Belə şeyə ehtiyac yoxdur. Normal şəkildə gündəlik həyatını maraqlana bilər. Dərslərin necə gedir? Nəyə ehtiyacın var? Məsələn, bu günü necə keçir? Bu gün özünü necə hiss eləmirsən? Adi günlük suallar, onunla sadəcə maraqlanmaq. Artıq uşaq atanın özünü yanında hiss eləyəcək. Ata hüququ problemi yaşamayacaq. Narahatlıq yaşamayacaq. Bəli. Üzrlü sayın sözünüzü bölürüm. Artıq 2 saatimiz tamam olub. Mənə bildirə bilərsinizmi nə qədər müddət sonra bitər? Mən onu üzrlərə gedəcəm. Aha, çünki şəxsidə də soruşurlar məndən. Təmsilin təşəkkürnamə ödənişsiz olacaq. Bu səbəbdən aşağıda soruşurlar ki, açar söz nədir? Açar söz sizin təlimdə iştirakınızı təsdiq edir. Bu səbəbdən təlimçimiz bir söz qeyd edəcək. Yəni, təlimlə bağlı hər hansısa bir söz. Bunu siz mənə ad soyadla birlikdə aşağıda göndərdiyim linkə daxil olursunuz. Ora ad soyad, bir də açar sözünüzü qeyd edirsiniz
mən sizə məlumat göndərirəm. Eduline üzvləri üçün təşəkkürnamə ödənişlidir. Siz də əgər Eduline üzv olmaq istəyirsinizsə, aşağıda nömrə qeyd etmişəm. Mənə yazın, mən sizi 10-cu xüsusi üzv edim və siz bütün təlimlərin təşəkkürnamələrini həmin kart vasitəsilə, üzvlük kartı vasitəsilə əldə edəcəksiniz. Həmçinin əyani təlimlərimizdə əgər ödənişli olarsa, sizlər üçün xüsusi indirim olacaq. Bəzi əyani təlimlərimizdə tamamilə ödənişli iştirak edəcəksiniz və bundan yanaşı bir çox sizin üçün qaydalar qoyulub, yəni siz bu üzvlük kartı vasitəsilə nələr edə bilərsiniz. Lakin indi vaxtımız çox gedirdi, izah etmirəm. Hələ ki, bura qədər izah edirəm. Növbəti təlimlərdə az-az məlumat verdikcə sizlər üçün daha aydın olacaq. Əmin olun ki, bu üzvlük kartı vasitəsilə daha məqsədli, daha bir-birimizi yaxından tanıyacaq və əmin olun ki, sizlər üçün daha faydalı olacaq. Yorulduq yazırlar. Deməli, Kənan xanım, təşəkkür edirəm üzvlərə sonacan dinlədiyinizə görə. Siz sözünüzü bitirin, mənim sonunda bir sözüm də var. Onu qeyd etdikdən sonra yekunlaşdıraq, tamam mı? Tamam. Qısa şəkildə, biraz müzakirələr falan elədik, ona görə biraz uzandı. Deməli, atanın rolu çox önəmlidir. Ana üçün istirahət imkanı yaratmalıdır ata. Mən işləyirəm, mən axşam yatmalıyam, uşağı ancaq yatızdırmaq sənə qalır, elə deyil. Sən çöldə işləyirsənsə, ana da evdə işləyir. Yəni, gecə yuxusuz uşağı baxmaq lazımdırsa, anaya istirahət imkanı vermək lazımdır. Mütləq şəkildə rol model olmaq lazımdır. Yəni, uşaqlar, istər uşaq olsun, istər yeniyetmə olsun, nəsihətlə heç nə götürmürlər, heç nə, uşağın davranışını düzəldən nəsihət deyil. Sən necə edirsənsə, o da elə edir. Ona görə rol model olmaq çox önəmlidir. Digərlərini artıq izahatına keçmirəm, biraz vaxt məhdudiyətinə görə. Ananın emosional yüklənməsini anlamaq, çətinliklərə müştərək həlli, ananın qərarlarına dəstək olmaq, anaya qarşı çıxmaq ki, yox, evin rəisi məndən böyükdür, mən nə dedimsə olmalıdır. Daha yaxşı olar ki, ortaq nöqtəni tapasınız. Ana tərəfindən qoyulan qaydaları zəiflətmək ya da uşağın yanında ananı etibarsız göstərməkdən çəkinməlidir. Baxın, ata əgər anaya qarşı hörmətsizlik eləyirsə uşağın yanında, sabahlarda uşaq ataya qarşı hörmətsizlik eləyəcək, anaya qarşı hörmətsizlik eləyəcək. Niyə? Çünki uşaq görür ki, bunlar bir-birinə hörmət eləmirlər. O da fikirləşmə, mən hörmət eləməliyəm. Ya da ki, məsəl üçün, ata anaya hörmətsizlik eləyirsə, uşaq da anaya hörmətsizlik eləyəcək. Yəni, ata hörmətsizlik eləyirsə, mən də eləyirəm. Ya da ki, əksinə, ana atanın üstünə qışqıra-qışqıra danışırsa, elə cavab verirsə, uşaq da sabahları atasının üzünə qaydacaq. Anam eləyir də, mən niyə eləmirəm? Bax, ona görə, əgər uşağınızın sizə münasibəti necə olsun istəyirsinizsə, ər-arvad bir-birinizə münasibətiniz o formada olmalıdır. Bunu xüsusi qeyd eləmək istədim. Və diqqətiniz üçün təşəkkür edirəm. Nəhayət görüşümüz bitdi. Minnətdaram. Belə, sual olan varsa buyurub verə bilər. Təşəkkür edirik. Minnətdarıq. Yəni, bir məsələn, sualım yoxdur, öz fikrimi bildirmək istəyirəm. Çünki həqiqətən də